Azərbaycan musiqisinin ağ çiçəyi, xalq şairi Məmməd Araz Sara Qədimovanı belə adlandırırdı. Şair onun səsinin vurğunuydu. Hətta müğənniyə şeir də yazıb. Zaten Sara Qədimovanın səsinin heyranı olmamaq mümkün değildi ki. Nə vaxta qaldı, ay işığında, pıçıldaşan ləpələr, ürəkdir sevən səni və daha neçə mahnısı dillər əzbər olub. Bir sözlə, Sara xanım 50-ci illərdə ən çox pərəstişkarlara olan sevilən sənətkarlardan olub. Bundan başqa onun oxuduğu Bayatı Şiraz, Şur, Şahnaz, Qatar, Mahur Hindi, Xaric Seygah muğamları, müxtəlif Azərbaycan xalq mahnıları, ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Sara Qədimova həmçinin opera səhnəsində yaratdığı Leyli və əsli obrazlarıyla da yaddaşlarda dərin iz qoyub. Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olsa da, hər kəs onu Qarabağlı kimi tanıyıb. Əslən Ağdamın Abdal Gülablı kəndindən idi. Usta sənətkarların səslərinə heyran qalan Sara, Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin ecazkar ifalarını da ilk dəfə orada dinləyib. Bugün mərhum sənətkarın vəfat günüdür. Əbəs yerə anmırıq, xalq artisti. Unudulmaz sənətkar uzun müddət davam edən xəstəlikdən sonra 2003-cü ilin bugünündə vəfat edib. Yeri gəlmişkən Sara xanımın ilk övladı Akif İslamzadə də səhhətində narahatlıq səbəbilə xəstəxanadadır, müalicə alır. Ona da Allahdan şəfa diləyirik. O da bizim dəyərli və gözəl sənətkarımızdır. Sara Qədimovaya da bir daha Allahdan rəhmət diləyirik. Bax, bugün olduğu kimi hər zamanda onun səsinin heyranları olanlar var. Mahnıları dinlənilir, eşidilir. Onun timsalında dünyadan köçən bütün usta sənətkarlarımıza uca Rəbbim rəhmət eləsin, qalanlara da, karifeylərimizə də can sağlığı versin və ümid eləyək ki, Azərbaycan mədəniyyətində bax onların izi ilə gedən neçə bundan sonra da klassik sənətkarlarımız, müğənnilərimiz olacaq. Və əziz tamaşaçılar, mən də sizi gülə-gülə salamlayıram. Aqibətiniz xoş keçsin. Ümidvaram ki, yaxşısınız, əhvalınız gözəldir. Həftənin ikinci günüdür. Yeni iş həftəsinin bəziləri üçün ilk iş günüdür. Dünən artıq istirahət günü olduğu üçün yolunuz açıq olsun, işləriniz avand olsun və bizi izləyən bölgələrimizdən dünyanın müxtəlif yerində yaşayan soydaşlarımız var. Onlara da həmçinin çoxlu salamlarımı yetirirəm. Xəbərin olsun, səhər verilişini izləyirsiniz ən sevimli kanalda. Bizi izləməyə dəvət edirəm. Çünki hər zaman olduğu kimi bugün də geniş və önəmli xəbərlərlə görüşünüzə gəlmişik. Bir-birinə maraqlı reportajlarımız da olacaq. Odur ki, verilişimizə start veririk və anonslara baxdıqdan sonra. Sosial şəbəkələrdə sürətlə yayılan asan qazanc vədləri getdikcə daha çox insanı risk altına alır. Şirnikləndirici reklamlara rast gəlirik. Yəni, bəzən olur ki, 10 manat qoyub, bir müddət sonra 100 manat qazana bilərsin. Yeni fırıldaqçılıq əməllərinin arxasında dayanan kimlərdir? Mütəxəssislər bu cür fırıldağın qurbanı olmamaq üçün nələri məsləhət görürlər? Vaxtı ilə milli kinolarımızı tarixin yaddaşına həkk edən kameralar, işıq avadanlıqları və qaldırıcı kranlar. Bizdə o olmasın, bu olsun filminin çəkiliş prosesləri var. Arşın Mağlan filminin çəkiliş proseslərindən kadrlar var və orada biz bu işıq avadanlıqlarının orada istifadə olunduğunu görərik. İkinci Dünya Müharibəsi zamanı bu kino avadanlıqları hərbi paradda niyə və hansı məqsədlərlə istifadə olunub? Ümid qəsəbəsində taleyin ümidinə qalan sakinlər. Yolumuz bərbət vəziyyətdədir, uşağımız məktəbə girkələnmir, qoca kişi, bir yerine getməkdən avtobusumuz yoxdur. Burada maşın işləyə bilmir. Yəni təzyiqli bir yardım məsələsi, bu evə gəlməlidir, bu evə gəlib çıxa bilmir. İllərdir qəsəbənin daxili yollarına niyə sahib çıxan yoxdur? Aidiyyatı qurumlar arasında ötür oyunu nə vaxta qədər davam edəcək? Sizin üçün ən aktual problem nədir? Qiymətlərin günü-gündən qalxmağı. Əvvəl 5 aya 40 manat verirdik, indi ayda 40 manat veririk istiliyə. İş yükü çox olur, maaş az olur, yəni dəyişməyən bir şeydir. Bəli, əziz tamaşaçılarımız, tək problemləriniz olmasın, amma problem olanda biz problemə köklənməli deyilik, problemin həllinə baxmalıyıq.
Çünki insan varsa, canlıyıqsa, nəfəs alırıqsa, bu bir istər-istəməz problemlər olacaq. Yəni ki, insan ancaq robot deyil ki, problemsiz olar. Bu sosial problemlər ola bilər, kimin üçünsə mənəvi, maddi problem ola bilər, kimin üçün iş problemi olar, iş çəkməkdə çətinlik çəkən, bax onun üçün artıq bu iş problemə çevrilib. Kim üçün yaşadığı kənddə, şəhərdə, qəsəbədə sosial problemi, yəni o problem sayılır təbii ki. Nəhayət, nəticə etibarilə mən sizə sual verib, cavablar gözləyirəm. Sizin üçün ən aktual problem nədir hal-hazırda? Kimi, məsələn, evlənə bilmir, ev problemi var, evlilik problemi var. Çünki mənzili mi yoxdur, işləyib pul mu qazana bilmir, bu da onun üçün problemdir. Kimisi üçün xəstəlik onun üçün problemə çevrilib. Xəstəliklə mübarizə aparır. Yenə deyirəm, dərd, kədəriniz tək olmasın, amma buyurub sizin üçün aktual olan problemlərinizi bizimlə bölüşə bilərsiniz və buradan bir daha elan edirəm ki, qaynar xəttimiz 055 214 99 94 nömrəli WhatsApp xəttimiz hər zaman sizin istifadənizdədir, ixtiyarınızdadır. Problemlərlə bağlı yaza bilərsiniz, sizi narahat edən problemlərlə, müşküllərlə, çətinliklərlə bağlı yazın. Biz də diqqətdə saxlayaq, işıqlandıraq, beləliklə sizin çətinliklərinizə biraz da olsun işıq tutmuş olaq. Eyni zamanda, əziz tamaşaçılarımız, tam problemlərlə danışmayaq, elə vətənimizin gözəlliklərindən də danışmalıyıq. Gözəl mənzərəyə dair görüntülər bizə ünvanlaya bilərsiniz. Bölgələrimizdə, paytaxtımızda, ümumiyyətlə ölkəmizin hər bir nöqtəsində görülən yenidən qurma işləri ilə əlaqədar da bizə yaza bilərsiniz. Yəni, nəticə etibarilə həm problemlərini danışırıq, insanlarımızın sosial problemlərini gəlin müzakirə eləyək, eyni zamanda gözəllikləri də göstərmiş olaq. Təsərrüfat işləri ilə məşğul olanlar da elə öz ərazilərindən bizə görüntülər çəkib göndərərlər. Bir də sizdən xahiş edirəm, çalışın sosial problemlərlə bağlı bizə nəsə yazanda və yaxud da hər hansı bir video göndərəndə, şəkil göndərəndə ünvanı da qeyd eləyin. Daha keyfiyyətli videolar çəkib göndərin ki, biz də ekranlara gətirə bilək və bölüşə bilək. Bir də nəticə etibarilə sizdən bəli, bəzən çox sayılı şikayət və müraciətlər gəlir və dərhal biz dediyim kimi diqqətdə saxlayıram, veriliş əsnasında oxuduğum qədərlə problemlərinizi oxuyuram, səsləndirirəm və daha sonra əməkdaşlarımız sizlə əlaqə saxlamağa çalışır ki, gələk görək biz sizin dərdinizə çarə olaq, dərdinizə, sərinizə bir çəkiliş eləyək. O zaman ya sizin telefonlarınıza zəng çatmır ya da əlaqə saxlamaq olmur. Ona görə əziz tamaşaçılarımız, əgər problemlərinizin köklü şəkildə həll olmağını istəyirsinizsə, nömrələrinizi də açıq saxlayın, ünvanlarınızı da dəqiq qeyd edin. Belə əziz tamaşaçılar, səhər saatlarında paytaxtda yaşayanlar yəqin ki, havada bu qara buludlar görmüş oldular. Yəni, mən səhər saatda, mən də Yasamal ərazisində yaşadığım üçün oyananda baxdım ki, təxminən bu saat 7-yə qalmış radələr olardı. Əməlli başlı şəhərin üstünü qara bulud alıb, biraz bu məni də həyəcanlandırdı. Sən demə, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən anbarların birində yanğın baş veribmiş. Hadisə ilə əlaqədar əraziyə dərhal Fövqəladə Hallar Nazirliyi, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları da dərhal əraziyə cəlb olunublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğın söndürmə, qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri operativ tədbirlər görülür. Verilişimizin irəliləyən dəqiqələrində hadisə ilə bağlı xəbərləri yenidən sizin diqqətinizə çatdıracağıq. Əziz tamaşaçılar, deməli, həmin qeyd elədiyimiz ərazidə, yəni Lökbatan qəsəbəsinə yerləşən Bakı logistikaya məxsus anbarda baş verən yanğınla mübarizə davam edir. Əraziyə cəlb olunmuş qüvvələr yanğını söndürmək üçün lazımi tədbirlər görürlər. Əraziyə cəlb olunmuş qüvvələr qeyd elədiyim kimi, hətta yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub. İlkin məlumata görə hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Elə kadrlardan da yanğının arealının nə qədər geniş olduğu görsənir. Yəni ki, hətta Əhmədlidən belə baxanda, Binəqədidən, Biləcəridən, ondan sonra Yasamal ərazisi daha asan şəkildə buradan görsənirdi ki, qara tüstü bütün əraziyi bürüyüb, çox qatı dumanı idi bu. Bax, görürsünüz, şiddətli yanğındır. Elə ilk saatlardan yanğının başladığı ilk anlardan mən Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən
avtomobillərinin səsində eşitdim, təcili yardım getdiyində gördüm. Yəni bu biraz qorxutdu biz, amma şükürlər olsun ki, xəsarət və alan və ölənin olmadığı deyilir. Bu ilkin məlumatdır və ümid eləyək ki, sona qədər də bu belə olacaq. Yanğın lokallaşdırılıb hal-hazırda vəziyyət nə yerdədir. Mən çalışacağıq ki, biz yeni informasiya alaq və sizə ötürək. Xarici aləmdə baş verən xəbərlərə də nəzər salaq. Fransada Louvre muzeyində terror aktı planlaşdırmaqda şübhəli bilinən Tunis vətəndaşı saxlanılıb. Bu barədə Le Monde nəşri məlumat yayıb. Məlumata görə Tunisdən olan 27 yaşlı qanunsuz miqrant mayın 7-sində saxlanılıb. Mayın 11-i axşam ona rəsmi ittiham irəli sürülərək barəsində həbs qəti imkan tədbiri seçilib. Bildirilir ki, şübhəli şəxs Fransanın tərk edərək IŞİD sıralarına qoşulmağı planlaşdırıb. Fransa hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırmalarını davam etdirir. Ümumiyyətlə, bu Louvre muzeyi ətrafında söz-söhbətlər səngimək bilmir. Hardasa bir neçə ay bundan öncə də Louvre muzeyində çox qiymətli tarixi və zinət əşyaları da oğurlanmışdı və məlum olmuşdu ki, və bu analoji hal kimi təkrarlanmışdı hətta və onun kadrları da yayıldı. Bəlkə də qarşınıza sosial platformalarda çıxıb ki, muzey əməkdaşları, yəni onlar şərait yaratmışlar ki, oğru daxil olsun. Bax, o həmin önəmli və o tarixi və əşyaları oğurlamış olsunlar. Yəni, nəticə itibarilə bu Louvre muzeyinin belə başa düşdüm ki, başı dərdlidir. Davam edirik. ABŞ-nin vitse-prezidenti J.D. Vance və dövlət katibi Marco Rubio ölkənin növbəti prezident seçkilərində güclü namizədlər hesab olunurlar. Bu fikirləri ABŞ prezidenti Donald Trump Ağ Evdə keçirilən şam yeməyi zamanı səsləndirib. Buletenlərdə əla görünərdi. Vance və Marco ideal namizədlərdir deyə Trump vurğulayıb. Bu barədə CNN telekanalı Amerika prezidenti Donald Trumpla bağlı bir məlumatı yayıb. Məlumata görə ABŞ prezidenti yenidən İrana qarşı tam miqyaslı hərbi əməliyyat başlatmağı düşünür. Adı açıqlayan mənbələrə istinadən verilən məlumata görə Trump Hörmüz boğazının bağlı qalmasının davam etməsi, eləcə də İranın Vaşinqtona əhəmiyyətli güzəştlər etməkdən imtina etməsi ilə bağlı getdikcə səbrini itirir. ABŞ administrasiyasının rəhbəri bunu İran hakimiyyəti daxilində iddia edilən fikir ayrılıqları ilə əlaqələndirirlər. Bu heç xoş xəbərə oxşamadı. Çünki Trumpın ağzından bir ifadə çıxırsa, bu müəyyən zaman kəsində özünü gerçəkləşdirir. Hələ də blokada şəraitində də Hörmüz boğazı bilirsiniz ki, oradan çox önəmli neft tankerləri daşınır. Dünyanın hansı o boğaz vasitəsilə daşınan tankerlər, hansı ki, dünyanın müxtəlif ölkələrindən, ümumiyyətlə, dünyanın 20% neft ehtiyacını ödəyir. Amma Trump'ın bu yeni bəyanatı İranda hadisələrin yenidən alovlanacağından xəbər verir, çox güman ki. Davam edirik. Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu Kiyev yaxınlığında dəbdəbəli tikinti layihələrində 460 milyon qrivnanın yuyulması ilə məşğul olan mütəşəkkil qrupu aşkar ediblər. Bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosunun mətbuat xidməti məlumat yayıb. Büro şübhəlinin adını çəkməyib, lakin bir gün əvvəl internetdə Nabunun axtarış apardığı və prezident administrasiyasının sabiq rəhbəri Andrey Yermaka şübhə ilə bağlı bildiriş göndərdiyi barədə məlumat yayılıb. Nabunun məlumatına görə həmin iş Ukrayna Cinayət Məcəlləsinin 209-cu maddəsinin 3-cü hissəsi, yəni cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırılması ilə təsnif edilib. Hazırda təcili istintaq hərəkətləri davam etdirilir. Ölkəmizlə bağlı bir sıra xəbərlərə keçirik. Dünən Azərbaycan ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmiloğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər. Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir. Hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Çox keçmiş olsun bizim hərbi qulluqçularımıza, şükür olsun ki, belə onların itkisi xəbərini biz vermədik. Müxtəlif dərəcəli o xəsarət aldıqlarına dair informasiyanı ötürdük. Belə əziz tamaşaçılarımız,
055 214 99 94 nömrəli WhatsApp qaynar xəttimizi sizin üçün yenidən elan edirəm. Verilişimiz boyunca zaten siz aşağı sətirlərdə də görürsünüz. Günün istənilən saatında da aktivdir. Bizə yaza bilərsiniz, problemlərinizlə bağlı. Sizin özünüz üçün hansı aktual problem var? Ümumiyyətlə, yaşadığınız bölgədə hansı sosial problemlər var və məişət problemləri də insanların şəxsi problemidir. Bununla bağlı yaza bilərsiniz, əziz tamaşaçılarımız. Bizim qaynar xəttimizə Instagramda, sosial şəbəkələrdəki hesablarımız da aktivdir. Buyurub QR vasitəsilə rahatlıqla keçid ala bilərsiniz bizim Instagramdakı profilimizə və indiyə qədər yayımlanan sujetlərimizlə, materiallarımızla, reportajlarımızla tanış ola bilərsiniz. Yenidən anonslara baxaq. İndi bizə qoşulan tamaşaçılara məlum olsun ki, Xəbərin Olsunun verilişində, irəliyən dəqiqələrində hansı sujetləri izləyə biləcəklər. Sosial şəbəkələrdə sürətlə yayılan asan qazanc vədləri getdikcə daha çox insanı risk altına alır. Şirniklərinizi reklamlara rast gəlirik. Yəni, bəzən olur ki, 10 manat qoyub, bir müddət sonra 100 manat qazana bilərsiniz. Yeni fırıldaqçılıq əməllərinin arxasında dayanan kimlərdir? Mütəxəssislər bu cür fırıldağın qurbanı olmamaq üçün nələri məsləhət görürlər? Vaxtilə milli kinolarımızı tarixin yaddaşına həkk edən kameralar, işıq avadanlıqları və qaldırıcı kranlar. Bizdə O olmasın, bu olsun filminin çəkiliş prosesləri var. Arşın Mağlan filminin çəkiliş proseslərindən kadrlar var və orada biz bu işıq avadanlıqlarının orada istifadə olunduğunu görərik. İkinci Dünya müharibəsi zamanı bu kino avadanlıqları hərbi paradda niyə və hansı məqsədlərlə istifadə olunub? Ümid qəsəbəsində taleyin ümidinə qalan sakinlər. Yolumuz bərbər vəziyyətdədir. Uşağımız məktəbə gecikələnmir. Qoca kişi bir yerine getmədən avtobusumuz yoxdur. Burada maşın işləyə bilmir. Yəni təzə tibbi yardım məsələsi bu evə gəlməlidir, bu evə gəlib çıxa bilmir. İllərdir qəsəbənin daxili yollarına niyə sahib çıxan yoxdur? Aidiyyatı qurumlar arasında ötür-ötür oyunu nə vaxta qədər davam edəcək? Sizin üçün ən aktual problem nədir? Qiymətlərin günü-gündən qalxmağı. Əvvəl 5 aya 40 manat verirdik, indi ayda 40 manat veririk istiliyə. İş yükü çox olur, maaş az olur, yəni dəyişməyən bir şeydir. Bəli, əziz tamaşaçılarımız, sizin üçün ən aktual problem nədir? Bu, sosial problem ola bilər, məişət problemi ola bilər, mənəvi problem də təbii ki, ola bilər. Buyurub bununla bağlı bizə yaza bilərsiniz. Bir sıra, bir qrup vətəndaşımız 29 nömrəli avtobusla əlaqədar müraciət ediblər. Deyir, bu xətt üzrə işləyən avtobuslar köhnə olmaqla yanaşı gec intervalla işləyir. Avtovağzaldan Badamdar istiqamətinə gedən yeganə avtobusdur. Hər gün işə gedəndə də, qaydanda da insanlar çox əziyyət çəkirlər. Yollarda nə qədər deyir, gözləməli oluruq. Avtobuslar o qədər dolu olur ki, içində tərpənməyə yer olmur. Artıq istilər başlayıb, insan sıxlığı, bir də köhnə avtobus. İndi deyir, siz təsəvvür edin ki, vəziyyətimiz necə olacaq? Mən çox yaxşı sizi təsəvvür edirəm. Bu problemin işıqlandırılmasını xahiş edirlər. Mən səsləndirdim, çalışacaq diqqətdə də saxlayaq ki, 29 nömrəli avtobuslar niyə köhnədir? İndi gəlin etiraf edək ki, sürətli şəkildə bizdə nəqliyyat vasitələri yenilənir, ictimai nəqliyyat vasitələri avtobuslardan söhbət gedir. Onlar üçün xüsusi zolaqlar ayrılıb, insanların daha rahat mənzil başına çatmağı üçün bütün imkanlar yaradılıb. Qışda avtobusların için isidilməsi, yayda sərinləşdirilməsi üçün lazımi bütün qurğular quraşdırılıb. Amma hələ də, xüsusilə də paytaxtımızın qəsəbələrinə aparan avtobuslarda ciddi problem var. Onların köhnəliyindən daha çox insanlar şikayət edir. Bir də o gecikmə məsafəsi sayları az olduğu üçün aralarında interval çoxdur. Bəs başqa sizin ərazidə, qəsəbədə hansı ictimai nəqliyyatda problem var? Bax, onları buyurun bizə yazın. Hətta bölgələrimizdən olan vətəndaşlarımız da təbii ki, yaza bilərlər. Biz bütün Azərbaycan Respublikasının hər bir nöqtəsindən hər bir vətəndaşımızın yazdığı, qeyd elədiyi müraciətlərin hamısını diqqətdə saxlayırıq. Sonra günümüzün sualı ilə bağlı Sumqayıtdan yazır bizə Əzizə xanım ki, xəstəliklər, bahalıq budur bizim üçün aktual problem. ATV ailəsinə Kürdəmirdən salamlar olsun. Əziz aparıcı xanım, mənim üçün ən əsas problemlər hər gün baş verən bahalaşma, gənclər üçün iş yerlərinin az olması, olmaması, sonra keyfiyyətsiz dərmanlar, ərzaq məhsullarının satılması da keyfiyyətsiz. Daimi tamaşaçımızdır bizim Raysin müəllim Kürdəmirin Dəyirmanlı kəndindən yazdı. O da bax, sadaladığım, səsləndirdiyim bu məsələləri aktual problem hesab edir. Ümumiyyətlə, dərmanların keyfiyyətinə dair, daha doğrusu keyfiyyətsiz
təhlükəsizliyi ilə əlaqədar çox mən müraciətlər alırıq. İnsanlar öz aralarında müzakirə edirlər ki, adi sadə baş ağrı kəsici dərmandır. Alırsan, qəbul edirsən, heç bir faydasını görmürsən. Yəni, mütəmadi olaraq müzakirə olunan məsələlərdən biridir. Necəsiz? Mənim problemim hərbi əlillik dərəcəsi ilə bağlıdır. 2-ci qrupdur deyir. İndi isə 3-cü qrup eləyiblər. Özü də 2 illik. Mən bilmirəm, iynə dərmanı necə alım. Bax, vətəndaşımız bunu özü üçün problem hesab edir. Yəni, o əlillik qrupunu 2-dən 3-ə dəyişiblər. Bu deyir problemdir. Belə qeyd elədi. İnşallah ki, indi səbəbləri araşdırılıb, yəqin o qərar verilib, amma mən sizin yazdığınız müraciəti, mənə yazdığınız, bizə yazdığınız mesajı səsləndirmək təbii ki, özümə borc bildim. Sabahınız xeyir, Gözəl xanım. Sumqayıtdan daimi izləyiciniz Həbibə xanımdır. Mənim ən başlıca problemim oğlumun mənzil problemidir. 3 oğlu var, yataqxanada yaşayır, balaca bir otaqda. Allah köməyiniz olsun. Ümid eləyək ki, sizin bu müşkülünüz ən qısa müddətdə həll olunar və aradan qalxar və digər izləyicilərimiz bir daha sizə də səslənirəm mən. Sizin üçün ən aktual problem nədir? Buyurun, yazın. Deyir ki, dərdi, ümumiyyətlə, hər şeyi bölüşüncə yaxşıdır. Həyat deyir, paylaşınca gözəldir. Elə problemlərinizi paylaşın. Bəlkə biz səsləndirərik, bir çarəsi tapılar. Elə xoş günlərə dair, elə yaşıdır. Elə tək problemə köklənmək istəmirəm, əziz tamaşaçılarımız. Bu dəqiqə bahar fəslidir. Azərbaycanın o qədər gözəlləşib ki, mənzərəsi dağlardan, bağlardan, kənd yerlərimiz, təsərrüfatlardan bizə görüntülər çəkib, özünüz çəkib, isti-isti buyurub göndərə bilərsiniz və bir daha Lökbatandakı yanğınla bağlı məlumatı təqdim eləmək istəyirəm. Lökbatan qəsəbəsində bildiniz ki, Bakı Logistika Mərkəzinə məxsus ambarda baş vermişdi yanğın və Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub əraziyə yanğının söndürülməsində iştirak məqsədilə və həmin kadrları indi siz görürsünüz. Bir daha qeyd edək ki, bura Lökbatan qəsəbəsində yerləşən Bakı Logistikaya məxsus ambardır. Səhər saatlarından yanğın baş verib, yanğın nəticəsində yaranan qatı duman şəhərin müxtəlif nöqtələrindən aydınlıqla görsənirdi. Və dərhal elə yanğının baş verdiyi ilk dəqiqələrdən Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə, yəni yanğın söndürənləri əraziyə cəlb olundu. Bir neçə dəfə, hətta mən özüm də gözümlə şahid oldum ki, bizim yaşadığımız ərazidən keçdi yanğın söndürənlər və təcili yardım da var idi və hadisə nəticəsində xəsarət alan və ölənin olmadığı deyilir. Bu ilkin ehtimaldır və ümid eləyək ki, həqiqətən də bu belədir. Amma yanğının nədən qaynaqlandığı ilə bağlı hələ ki, heç bir məlumat verilməyib. Məlumat əldə edən kimi səbəblərini sizlə bölüşəcəyik. Sosial şəbəkələrdə sürətlə yayılan asan qazanc vədləri getdikcə daha çox insanı risk altına alır. Şirniklərinizi reklamlara rast gəlirik. Yəni, bəzən olur ki, 10 manat qoyub, bir müddət sonra 100 manat qazana bilərsin. Yeni fırıldaqçılıq əməllərinin arxasında dayanan kimlərdir? Mütəxəssislər bu cür fırıldağın qurbanı olmamaq üçün nələri məsləhət görürlər? Vaxtilə milli kinolarımızı tarixin yaddaşına həkk edən kameralar, işıq avadanlıqları və qaldırıcı kranlar. Bizdə O olmasın, bu olsun filminin çəkiliş prosesləri var. Arşın Mağlan filminin çəkiliş proseslərindən kadrlar var və orada biz bu işıq avadanlıqlarının orada istifadə olunduğunu görərik. İkinci Dünya müharibəsi zamanı bu kino avadanlıqları hərbi paradda niyə və hansı məqsədlərlə istifadə olunub? Ümid qəsəbəsində taleyin ümidinə qalan sakinlər. Yolumuz bərbər vəziyyətdədir, uşağımız məktəbə girkələnmir, qoca kişi, bir yerine getmədən avtobusumuz yoxdur. Burada maşın işləyə bilmir. Yəni təzə tibbi yardım məsələsi bu evə gəlməlidir, bu evə gəlib çıxa bilmir. İllərdir qəsəbənin daxili yollarına niyə sahib çıxan yoxdur? Aidiyyatı qurumlar arasında ötür-ötür oyunu nə vaxta qədər davam edəcək? Sizin üçün ən aktual problem nədir? Qiymətlərin günü-gündən qalxmağı. Əvvəl 5 aya 40 manat verirdik, indi ayda 40 manat veririk istiliyə. İş yükü çox olur, maaş az olur, yəni dəyişməyən bir şeydir. Bir də
hamılıqla paytaxtda yaşayan biz şəhər sakinlərinin bir aktual problemi var. İctimai nəqliyyat, daha doğrusu tıxac problemi. Tıxaclardan söz düşmüşkən gəlin görək hal-hazırda hansı istiqamətlərdə tıxac var. Çünki həftənin ilk 3 günüdür, saat 9-un yarısına, 9-un yarısıdır daha doğrusu 14 istiqamətdə tıxacın olduğu məlumatı var. Həmin əraziləri, hansı ərazilərdə, prospekt və küçələrdədir bu tıxac, istəyirəm diqqətinizə çatdırım. Bizim evdən çıxmaq istəyən sürücü vətəndaşlarımız və yaxud da ki, izləyicilərimiz bütün məlumatda olsunlar ki, hansı istiqamətdə irəliləsinlər ki, tıxaclarda zaman itirməsinlər. Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində hal-hazırda tıxacda, ənənəvi tıxacda zaten burada. Günün istənilən saatında nəinki məhz bu əsas saatda tıxac sayılır. Rəşid Beypudov küçəsi Mərkəz Bankı istiqamətində də avtomobillərin sıxlığı müşahidə olunur. Bundan başqa Mikayıl Müşfiq küçəsi Badamdar dairəsindən 20 nömrəli məktəb lisey istiqamətinə doğru 1-ci göl kənarı yol Ziya prospekti istiqamətində hal-hazırda tıxacdır. Niyazi küçəsi Azniyev dairəsi istiqamətində 28 may küçəsi Puşkin küçəsi ilə kəsişmədən düz Rəşid Beypudov küçəsi ilə kəsişməyə qədər tıxacdır. 8 noyabr prospektimiz Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəzə doğru. Eyni zamanda Qaraqarayev prospekti, Qaraqarayev metro stansiyasından Koroğlu metro stansiyası istiqamətində tıxacdır. Ümumilikdə Ziya Bünyadov prospekti tıxacdır, xüsusilə mərkəz istiqamətində. Bundan başqa Mikayıl Əliyev küçəsi Neft emalı zavodunun yanından Koroğlu metro stansiyası istiqamətinə doğru avtomobillərin sıx hərəkətdə olduğu müşahidə olunmaqdadır. Əbdülvahab Salamzadə küçəsi və qeyd elədiyim kimi Ziya Bünyadov prospekti istiqamətində tıxacdır. Həmçinin Heydər Əliyev prospekti əsas yol mərkəz istiqamətində Sabunçu Zabrat şosesi Koroğlu metro stansiyası istiqamətində sıxlığın müşahidə olunduğu məlumatı var və nəticə etibarilə o istiqamətdən, ondan sonra Sumqayıtdan, Xırdalandan, Biləcəridən, Binəqədidən o məşhur Sumqayıt şosesi yolu ilə istiqamətlənən var, gələnlər var şəhərə. Sonra digər istiqamətlərdə nəticə etibarilə bu da gətirib tıxaclara zəmin yaradır. Əziz bizim sürücülərimiz, ehtiyatlı olmaq lazımdır. Sürət həddini aşmayaq. Təhlükəsizlik kəmərlərindən mütləq şəkildə istifadə edək. Elə mən çox zaman müşahidə edirəm ki, əslində avtomobillərdə, yəni təhlükəsizlik kəmərləri tək sürücüyə aid deyil. Öndə əyləşən sərnişin üçün, arxada əyləşən sərnişinlər üçün də o kəmərlər var. Amma çox az insanlar bundan istifadə edirlər. Yəni o avtomobilləri istehsal eləyənlər hər halda onu nəzərdə tutublar ki, avtomobilin içərisində tək sürücü əyləşmir. Digər sərnişinlər də var. Mütləq şəkildə bunlara riayət eləyək ki, heç olmasa ən təhlükəli məqamlarda Allah eləməz. Bir növ sizi sığortalamış olsun. Qəzadan söz düşmüşkən Sabirabadda zəncirvari qəza baş verib. Bir nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hadisə rayonun Qaragüney kəndində qeydə alınıb. Hal-hazırda siz həmin o qəzaya uğrayan avtomobilləri də, deformasiya vəziyyətinə düşmüş avtomobilləri də görürsünüz. Mercedes Vito markalı avtobus, FAS 2109, Opel və Gazel markalı avtomobillərin toqquşması ilə baş verən qəzada qeyd elədiyim kimi bir nəfər ölüb, 5 nəfər xəsarət alıb, yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdiriblər. Sürət həddi mi səbəb olub, ani bir diqqətsizlik mi səbəb olub, bunun səbəbləri bilinmir, amma nəticə itibarilə nə qədər biz sürət həddinə riayət eləsək, aşağı sürətlə getsək, hadisə baş vermiş olsa belə oradan sağ çıxma ehtimalı yüksək olar deyə düşünürəm. Qeyd elədiyim kimi xəstəxanaya çatdırılır digər yaralılar. Elə xəstəxanada bilirsiniz ki, ilk olaraq xəstələrin dadına kim çatır, həkimlər çatır, tibb bacıları çatır. Tibb bacılarını da unutmayaq bugün. Çünki hər il mayın 12-si beynəlxalq tibb bacısı günü kimi qeyd olunur. Beynəlxalq tibb bacısı günü Krım müharibəsi zamanı, yəni 1853-1856-cı il tarixlərində ilk dəfə Şəfqət bacısı xidməti təşkil edən məşhur İngilis Florence Nightingale'in ad günü şərəfinə təşkil edilib. Xüsusən döyüş bölgələrində əskərlərə yardım göstərən Florence əlində hər zaman lampa tutduğu üçün tarixdə lampalı qadın olaraq da anılıb və müasir tibb bacısı peşəsinin əsasını qoyub.
Hazırda tibb bacıları, səhiyyə işçiləri arasında sadəcə çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə düşür. Bugün Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanı da rəhmətlə xatırlayırıq. Azərbaycan ordusunun çavuşu olan hərbi felçer Arəstə Baxışova Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydançasında tibbi yardım göstərib. Bəli, onu da rəhmətlə anırıq. Bütün tibb bacılarını mən buradan təbrik edirəm. Yəni, bəzən də belə bir ifadə işlədilir ki, tibb bacısı həkimdən də çox bilir. Təbii ki, ona uyğun ixtisas alıb, amma tez yardıma çatır, bir problemin olur, iynə vurdurmaq, sistem qoşdurmaq istəyirsən, həmişə yaxşı tibb bacısı axtarırsan ki, qonşuluqdan yaşayır tibb müəssisəsindəmi? Yəni, bax, tibb bacılarının günüdür, ətrafınızda, qohumlarınızda tibb bacısı varsa, məncə sizə xatırladıram ki, onların gününü təbrik eləyin. Aranızda məni izləyən tibb bacıları da varsa, mən də öz təbriklərimi sizə çatdırıram. Əziz tamaşaçılarımız, insanların sağlamlığı ilə yanaşı bitkilərin sağlamlığı da önəmlidir. Çünki bitkilər yediyimiz qidanın 80%, nəfəs aldığımız oksigenin isə 98%-ni təşkil edir. Bütün bunlar nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən hər ilin 12 may tarixi Beynəlxalq Bitki Sağlamlığı Günü elan edilib. Bu günün təsis olunmasına məqsəd bitki sağlamlığının qorunmasının, acılıqla mübarizə, yoxsulluğun azaldılması, ekosistemlərin mühafizəsi və iqtisadi inkişafa təsir barədə qlobal məlumatlılığı artırmaqda. Bugün həmçinin bitki xəstəlikləri və zərərvericilərlə mübarizənin vacibliyi də diqqətə çatdırılır. Odur ki, əziz tamaşaçılarımız, təsərrüfat işləri ilə məşğul olanlar, siz də bir kadrlar çəkin, göndərin. Görək bu il sizcə məhsuldarlıq, siz əkdiyiniz, biçdiyiniz, toxum səpdiyiniz nəticəsini gözləyirsiniz. Sizcə nəticəsi necə olacaq? Bitkilər günü olduğu üçün, daha doğrusu bitkilərin mühafizəsi günü olduğu üçün bu mövzuya bir qədər də istəyirəm ki, verilişimizdə yer ayıraq. Əkib becərdiyiniz güldən, çiçəkdən, bitkilərdən, bostan məhsullarından, tərəvəzlərdən də bizə görüntülər çəkib isti-isti göndərə bilərsiniz. Belə əziz tamaşaçılarımız, günümüzün sualına bir daha gəlin qaydaq. Sizin üçün verilişimizin əvvəlindən bizi izləyənlər üçün xatırladıram və yenicə bizə baxmağa başlayan tamaşaçılarımız üçün isə elan edirəm. Sizin üçün ən aktual problem nədir həyatınızda? Bundan danışırıq. Problemlərinizi rahatlıqla bizimlə bölüşə bilərsiniz. Sizi dinləməyə hər zaman hazırıq əziz tamaşaçılarımız. Sabahınız xeyir olsun, Turan xanım, gününüz uğurlu olsun. Mənim üçün ən aktual problem internetin günü-gündən qiymətinin bahalaşmağıdır. Sürətinin, keyfiyyətinin də aşağı düşməyidir. Yevlax rayonunun Aşağı Qarxon kəndindən bizim daimi tamaşaçımız Qədir Məmmədov bundan giləyləndi. Sabahınız xeyir olsun Turan xanım. Gününüz uğurlu olsun. Şəkinin Şın kəndindən Ramazandır. Mənim üçün ən aktual problem kəndimizdə qazın olmamasıdır. Çəkilişə başlanılıb, nə vaxt başa çatar bilmirəm. Ən aktual problem bizim üçün qaz problemidir. İnşallah ki, o çəkiliş yekunlaşar. Qısa zaman içərisində Şın kəndinin sakinləri də mavi yanacaqdan istifadə edə bilərlər. Onlar üçün aktual olan bu problem öz həllini bax beləcə tapmış olar. Sonra görək nə yazıblar. Salamlar. Xeyirli olsun sabahınız Turan xanım. 378 manat aylıq verirlər deyir. Həftənin 5 günü və 6-cı gün günortaya qədər işlədirlər. Kənddə yaşayırıq, malqara saxlayırıq, əkinimiz olur. Verdikləri pul çox azdır. Heç olmasa 6-cı günü işlətməsinlər. 2 günü təsərrüfat işlərimizlə məşğul olaq. Minnətdaram ki, səsləndirərsiniz Ordubaddan. Daimi izləyiciniz Natiq Əliyevdir. Mən mesajınızı səsləndirdim. Sosialda işlədiyini qeyd elədi və əmək haqqının azlığından və həftənin 6 günü işləməyindən qeyd ki, heç olmasa 2 gün bizim üçün istirahət günü versələr, kənd adamı kimi biz də təsərrüfat işləri ilə məşğul olarıq. Sabahınız xeyirli olsun əziz doğma ATV və aparıcısı əziz Turan xanım. Gününüz uğurlu, işləriniz avan da olsun. Amin deyirəm bütün tamaşaçılarımıza. Gözəl gün arzulayıram. Xətasız, bəlasız, huzurlu bir gün keçirsinlər.
İşləri də avand olsun, yol üstündə olan bütün izləyicilərimizin də yolu açıq olsun. Ən baxımlı kanala uğurlar arzuluyuram. Rəbbim qorusun sizi. Amin. Çox təşəkkür edirik. Yaşadığı ərazidə, dağlarda hal-hazırda günəşli hava şəraitinin müşahidə olunduğunu deyir. Bizim daimi tamaşaçımız Quba rayonunun Əli kəndindən Əmrah bəyin fikirlərini mən səsləndirirəm. Sonra sualla bağlı biz həyatda yaşadıqca problemlər qurtarmır. Ən aktual məsələ qiymətlərin günü-gündən qalxması. Nə eləyək? Şükür Allaha deyir, hər günümüzə şükür edək ki, ruhumuz yəni ki, gözəlləşsin ən azından, amma qiymətlərin baha olmağından, bir də əlavə olaraq kənddə həkim olmamağından, internet haqqının yüksək olmağından və poçt şöbəsinin olmamasından Quba rayonunun Əli kəndində Əmrah bəy fikirlərini söylədi. Ümumiyyətlə, bu bizim kəndlərimizin bir çoxunda, xüsusilə də dağ kəndlərdə, ucqar bu kəndlərdə tibb məntəqəsinin olmamağı ilə bağlı insanlar çox narahatlıq keçirirlər ki, xəstəmiz olur, uşağımız olur, yaşlımız var. Yəni elə bir dərhal müdaxilə lazım olar ki, əl çatan olsun, tibb müəssisəsi ilə əlaqə saxlamaq mümkün olsun, ora həkim cəlb olunsun, təcili yardım çağıra biləsən, amma təəssüflər olsun ki, deyir, bizim kənddə, bir neçə kənddən daxil olub bizə, ucqar kəndlərimizdə bu olur, tibb məntəqəsi yoxdur, xəstəni aparmaq üçün zaman lazımdır şəhər mərkəzi xəstəxanasına, bəzən elə bir önəmli xəstəlik ola bilər, elə bir tutma ola bilər, dərhal müdaxilə lazım olar, amma biz deyir, əl çatanlıq yoxdur. Bizim üçün eyni zamanda Quba rayonunun Əli kəndində də həkimin olmamağı insanları orada narahat eləyir. Yəni, nəticə etibarilə tibb məntəqələrinin azlığından və ümumiyyətlə olmamağından şikayət eləyən çoxlu bizim kənd sakinlərimiz var. Ağsudan yazıram, mənim əsas problemim işsizlik və qiymətlərin artmasıdır. Deməli, Ağsunun deyir, əksər insanları deyir, bax, işsizlikdən əziyyət çəkir, çox xahiş edirəm, səsləndirirəm əlbəttə ki, Cavanşir Ağsulu belə yazdı. Sabahınız xeyir olsun, gözəl dəyərli bacım Turan xanım, təşəkkür edirəm. Bizim üçün ən aktual problem kəndimizin işığıdır. Bizim kəndimizin işığı 1960-cı ildən qalmadı. İndiyə qədər bir dəfə də olsun təmir olunmayıb. 1960-cı ildən qalma artıq neçə ildir? 64 ildir ki, ora işıq xətti çəkilib, hələ də elə köhnə vəziyyətdədir. Demək olar ki, biz işıq üzü görmürük. Aidiyyatı qurumlara dəfələrlə şikayət eləsə də nəticəsi yoxdur. Kəndimizə transformator qoyulmalıdır, yenisi, işıq dirəkləri, naqillər. Hamısı deyil, 1960-cı ildən qurulub, yenilənməlidir. Çox xahiş edirəm, səsləndirərsiniz. Tovuzdan, Qaraboyunlar kəndindən Aşıq Yaşar Qəmli yazdı bu mesajı bir neçə sakinin adından. Bu məsələni də biz çalışarıq, diqqətdə saxlayaq. Çünki respublikamızda Azərbaycanın 95% ərazisi əslində qazlaşdırılıb, amma bəzi ucqar dağ kəndlərimiz var ki, hələ də mavi yanacaqdan istifadə edə bilmirlər. Onlar da məcbur qalıb qızınmaq üçün, istiliklə təmin olunmaq üçün odundan istifadə edirlər, ağacdan istifadə edirlər. Bu da təbii ki, təbiət üçün zərərli bir şeydir. Meşələrdə gətirirlər, bağlarında ağac kəsirlər və bu Tovuzun Qaraboyunlar kəndindəki bu işıq problemini də çalışacaq biz diqqətdə saxlayaq. Əməkdaşlarımız o ərazidə çəkiliş aparsınlar və mən ərazinin, kəndin adını da səsləndirdim. Ümid eləyək ki, yaxın gələcəkdə oranda qazlaşdırılması mümkün olacaq. Belə əziz tamaşaçılarımız, digər işğaldan azad olunmuş ərazilərimiz kimi Cəbrayıl da yenidən qurulur. Həyat əvvəlki axarına qayıdır. Azad olunan ərazilərdə aparılan geniş miqyaslı bərpa quruculuq işləri çərçivəsində təhsil infrastrukturu da müasir səviyyədə formalaşdırılır. Bugün artıq Cəbrayıl şəhərində uşaqlar yeni, müasir məktəbdə təhsil alırlar. Söhbət 2 ildir fəaliyyət göstərən Mehdi Mehdizadə adına tam orta məktəbdən gedir. Əməkdaşlarımız sözü gedən məktəbdə təhsil alan şagirdlərlə və çalışan müəllimlərlə həmsöhbət olublar. İzləyək. Vaxtilə düşmən vandalizminin izlərini daşıyan Cəbrayıl indi yeni siması ilə diqqət çəkir. Şəhərin ən mühüm ünvanlarından biri isə məhz Mehdi Mehdizadə adına tam orta məktəbdir. Ərazisi 2,7 hektar olan məktəb 960 şagird yerli idi. 40 sinif, 5 inzibati otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün
sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında fən kabinetləri ilə yanaşı 4 istim otağı, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Həyətində futbol, basketbol, voleybol və açıq oyun meydançaları var. İstər burada çalışan pedaqoji heyət, istər bura köçürülən sakinlər, hər birimiz üçün bir fəxirdir ki, biz bu doğma torpaqda təhsilimizi davam etdiririk. Qısa müddət ərzində burada fəaliyyətə başlamışıq, ancaq çox sevindirici haldır ki, bu il bizim 8-ci sinif şagirdimiz Respublika Fənn Olimpiadasının qalibi olaraq 2-ci yerə layiq görülüb və gümüş medala layiq görülüb. Məktəbdə geniş və işıqlı sinif otaqları, laboratoriyalar, informatika kabinetləri, idman zalı və akt zalı fəaliyyət göstərir. Burada tədrisin müasir metodlarla aparılması üçün hər cür şərait yaradılıb. 2 ildir fəaliyyət göstərən məktəb artıq Cəbrayılın təhsil həyatında mühüm rol oynayır. Şagirdlər isə yeni məktəbdə oxumağın qürurverici olduğunu bildirirlər. Çoxlu dostlar qazanmışam burada, xoşbəxtəm bura gəldiyim üçün. Məktəbimizdə müxtəlif kimya otağı, fizika otağı, biologiya otağı, təsvir sənət otağı, hərbi kabinet, məktəbimiz 3 mərtəbəlidir və xoşuma gəlir. Xudafərin körpüsünü əvvəl kitablarda, telefonda zədə görürdüm. Cəbrayılə gəldim, gördüm, yəni dedim bu maketini düzəldim və düzəltmək qərarını aldım. Kardonla, daşdan belə bir maket hazırladım. Müəllimlər də doğma torpaqda dərs keçməyin qürurverici olduğunu deyir. Məktəbdə ingilis dili fənnini tədris edən Nərgiz Atakişiyeva Cəbrayıl şəhərindən köçmək məcburiyyətində qalanda 16 yaş olub. Köçkünlük həyatı müxtəlif bölgələrdə keçən Nərgiz xanım uzun illərdən sonra öz doğma yurduna qovuşan ilk sakinlərdəndir. Burada yaradılan şərait çox gözəldir. İstər şəxsi evlərdə yaradılmış, yəni bizim köçürüldüyümüz binalarda şəraitimiz çox yüksək səviyyədədir. Məktəbimiz də göz qabağında da ən müasir texnologiyalarla təmin olunubdur. Məktəbdə ümumilikdə 36 nəfərin məşğulluğu təmin edilib. Hazırda təhsil ocağında 28 müəllim, 8 texniki işçi çalışır. Bu məktəb təkcə təhsil müəssisəsi deyil, həm də böyük qayıdışın simvollarından biridir. Burada səslənən zəng səsləri, siniflərdən gələn uşaq gülüşləri Cəbrayılın yenidən canlandığını göstərir. Əziz tamaşaçılar, xəbər verdiyimiz kimi səhər saatlarında Lökbatan qəsəbəsinə yerləşən Bakı logistikaya məxsus ambarda yanğın baş verib və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yanğın söndürənlər dərhal hadisə yerinə cəlb olunub. Qurumun helikopteri vasitəsilə yanğının söndürülməsinə, lokallaşdırılmasına çalışılır. Hal-hazırda siz ən son bizə göndərilən kadrlarla tanış olursunuz. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov da ərazidədir və müşahidə edir gedişatı yanğının söndürülməsi. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, amma böyük bir yanğındır. Yanğın nəticəsində meydana gələn qara tüstü demək olar ki, şəhərin əməlli başlı səmasını bürüyüb və müxtəlif ərazilərdən gözlə asanlıqla bunu görmək mümkündür. Hətta qoxunu belə almaq mümkündür. O yanğının qoxusunu almaq da, yəni ala bilirsən. Ölən və xəsarət alanın olmadığı məlumatı var. Bu ilkin məlumatdır və ən son xəbərləri aldıqca, əldə elədikcə sizinlə bölüşəcəyik. Əziz tamaşaçılarımız, problemlərdən danışırıq, aktual problemlərdən. Ümumiyyətlə, bəşəriyyət mövcud olandan insan varsa, uşaq belə dünyaya gəldiyi bir gündən problem olur. Çünki adı üstündə problemdir. Ancaq bir şey cansızlaşanda problem olmur. Bitkinin belə problem olur. Susuz qalanda bitki çürüyür. Torpağa su verməyəndə torpaq yararsız vəziyyətə düşür. Ondan sonra canım sizə desin, yağışın yağmamağı da problem olur, yağışın çox yağmağı da problem olur. Yəni bunların hamısı harmonik olaraq bir-biri ilə bağlı şeylərdir. Biz sizin xüsusilə istəyirəm ki, şəxsi problemlərindən danışaq. Sizin üçün aktual problem nədir? Kimisi üçün məsələn ev ala bilmir. Bu evsizlik problemi bunun şəxsi problemidir. Kimisi ailə qura bilmir. Özü üçün bunun səbəbləri var. Bax, bunu əsaslandıra bilərsiniz. Bundan başqa sosial problemlərlə də təbii ki, bağlı bizə yaza bilərsiniz. Bir də sizdən xahiş edirəm, bəzən problemlə bağlı yazırsınız, amma ünvanı qeyd eləmirsiniz ki, bizim problemimiz var avtobusla bağlı, yolla bağlı. Bura haradır? Bax, bunu da yazın. Bir daha diqqətinizə çatdırıram ki, 055-214-99-94 nömrəli WhatsApp qaynar xəttimizə həm keyfiyyətli xahiş edirəm, kadrlar göndərin. Bir də zəng eləməyin veriliş əsnasında. Mən sizin zənglərə təəssüflər olsun ki, cavab verə bilmirəm. QR vasitəsilə Instagramımıza da daxil ola bilərsiniz. Yayımlanan sujetlərimizi
baxa bilərsiniz, əziz tamaşaçılarımız. Gəlin görək, hansı aktual problemlərdən bəhs edəcək bizim tamaşaçılarımız. Salam, sabahınız xeyir. Mənim aktual problemim avtobusda bank kartı ilə gedirəm, amma gedəndən sonra məndən yenə pul çıxılır. Artıq bu yeni sistemə keçildikdən sonra çox sayılı insanlar arasında bu müzakirə mövzusuna çevrilib. Aidiyyatı qurum açıqlama verdi ki, əslində bu gün ərzində əgər siz bank kartınızı yaxınlaşdırırsınız və yaxud da ki, telefonunuza yükləyirsiniz, yaxınlaşdırırsınız, o əsnada nəqliyyat xərci çıxmamış olsa belə günün müxtəlif saatlarında, hətta sabah belə erkən, yəni növbəti gündə çıxılması mümkündür. Amma bizə yazan tamaşaçılar və ətrafda mənim eşitdiyim, insanların danışdığı odur ki, xeyr, elə deyil. Mən gün ərzində 2-3 gedişdən istifadə edirəmsə, bəzən 4 gediş, bəzən 5 gediş daha çox göstərir. Bu insanların nigaranlığına səbəb olan məsələlərdən biridir. İstər-istəməz insanlarda bir inamsızlıq, narazılığa gətirib səbəb olur. Ona görə əlaqədar müvafiq qurumlar məncə əsaslı şəkildə bir mətbuat konfransı keçirib insanları məlumatlandırmaq, bilgiləndirmək lazımdır ki, onların bu inamsızlığına son qoyulsun və çoxsu deyir ki, köhnə avtobus kartlarından istifadə eləmək daha yaxşı idi, daha təqdirə layiq idi, amma biz bank kartlarından istifadə edib belə bir problemlə qarşı-qarşıya qalırıq. Belə əziz tamaşaçılarımız, siz yazın görək aktual probleminiz nədir? Gününüz uğurlu olsun, problem çoxdur. Hansını yazasan, yollarımız bərbad vəziyyətdədir. Sizdən çəkiliş üçün dəstək istəyirik, Saray qəsəbəsindən bizə yazdılar. Əziz tamaşaçılarımız, Saray qəsəbəsindən yazmışsınız. Küçənin adını da qeyd eləsəz, daha yerinə düşərdi. Sizin bu müraciətinizi diqqətdə saxlayacağıq. Qazaxdan Arzu xanım görək nə deyir, onun üçün ən aktual problem nədir? Deyir ki, mən deyərdim ki, ən aktual problem kənd yerlərində həkim məntəqəsində damar iynəsinə, sistem köçürülməsinə icazə verilmir. Bəs bu məntəqə nə üçündür, nəyə görə açılıb? Bir halda ki, orada xəstəyə yardım olunmur. Taksi də deyir, rayonun mərkəzinə 20 manata aparıb gətirir. Bu xəstə dərman alsın, yoxsa pulunu yola versin. Xahiş edirəm, işıqlandırın. Tip məntəqələrinin olmamağı ilə bağlı müraciətlər də, şikayətlər də bizə çox daxil olur. İnsanlar yazırlar, bundan narazılığını bildirirlər. Xüsusən bizim bölgələrimizdəki ucqar dağ kəndlərində və bəzən də bunu nə ilə əsaslandırırlar ki, orada əhali sayı azdır. Amma əhali sayı az olmuş olsa belə, bəs orada da insan yaşayır, orada da belə deyim, canım sizə desin, canlı var. Onlara da ilkin müdaxilə lazımdır, tibbi yardım lazım olur. Ona görə bu məsələ məncə çözülməlidir, bir dəfəlik həll olunmalıdır və növbəti tamaşaçımız da Qazaxdan Arzu xanım deyir ki, tibb məntəqəsi var, amma orada da iynə vurulmasına, sistem köçürülməsinə icazə verilmir. Səbəbi nədir? Tibb bacısının zaten bu işi deyilmi? Yəni, ora həkim təhkim olunmurmu? Ümumiyyətlə, rayon yerlərində həkim çatışmazlığı problemi hələ də ki, öz həllini tapmır. Həkimlər kənd yerlərinə, ucqar dağlıq ərazilərə getmək istəmirlər. Ona görə həkim çatışmazlığı yaşanır. Bəzən də elə olur ki, ixtisas həkimi deyil. Yəni, bir həkim bir neçə xəstəliklərə baxır. Məsələn, terapevtdir, bu bəzən qaraciyər həkimlik eləyir, ondan sonra uroloqluq eləyir, nə bilim, bəzən digər sahələrə də baxmağa məcbur qalır. Bu da təbii ki, istər-istənməz həm həkimin işini çətinləşdirir, həm də ki, doğru deyil də. Bu nəyə görə ixtisaslaşıb həkimlər və digər sahələr? Ona görə bu problemi də, tibb məntəqələrinin olmamağı problemi də çalışacağıq ki, xəbərin olsun komandası olaraq diqqətdə saxlayaq, sizin bu məsələnin həllinə töhfə verməyə çalışaq. Sabahınız xeyir olsun Turan xanım. İnsan övladı nə qədər yaşayırsa, problemlər qaçılmaz da. Mənim üçün aktual problem müəyyən yaşdan sonra işsiz qalmaq və qiymətlərin yüksək olmasıdır. Daimi tamaşaçımız Kəmalə xanım Sumqayıtdən belə yazdı. Bu fikrinizə qatılıram. Belə az qala 30 yaşından sonra insan işə götürmürlər. Yəni ki, insanın potensialına baxmaq lazımdır. Məncə onun yaşı əsas deyil. Elə düşünmək lazım deyil ki, 20 yaşın varsa sən daha çox iş qabiliyyətinə maliksən. Bəzən də gənclər də iş tapmaqda çətinlik çəkirlər. İşə götürən müəssisə təşkilat deyir ki, sən təcrübəsisən. Onları qəbul elə, onlara bir sınaq müddəti versən, onu təcrübə qazansın ki, o da işləyə bilsin və bir də yaş faktoru. Hələ bir düşünün, 50 yaşı aşağıda iş tapmaq bir qədər çətin olur. Amma məncə insanların potensialına baxmaq lazımdır, yaşına deyil. Masazır qəsəbəsindən də yazıblar bizə, görək nə yazıblar, tamaşaçılarımız nə deyir? Kamrandır, Masazırdan yazan.
569 nömrəli marşrutlar nasazdır. Biraz məsafə getdikdə xarab olur, düşüb o birinə minirik, o da şəhərə çatanda xarab olur. Səsləndirilməsini xahiş elədi bizim tamaşaçımız. Masazır qəsəbəsinə işləyən 569 nömrəli marşrut xətlərindən gileyiləndilər ki, köhnədir, yararsızdır, yəni bizi şəhərə gətirənə qədər 1-2-3 dəfə yolda qalmalı və dayanmalı oluruq. Sonra Xəzər rayonundan da bizə yazırlar, Türkən qəsəbəsindən 17 sayılı nə yazmışsınız? 17 sayılı avtobusdan mı şikayət edirsiniz Xəzər rayonunun? Xahiş edirəm bir də əziz tamaşaçılar. Əgər bir müraciət eləyəndə, şikayət eləyəndə, nəsə yazanda onu daha dəqiq şəkildə yazın, ünvanı da yazın ki, biz də onu səsləndirə bilək, baxaq görək nə demək istəyirsiniz. Hər halda ola bilsin ki, siz tələskəriyə yol verirsiniz, amma daha rahat şəkildə yaza bilərsiniz. Sumqayıtdan da yazırlar ki, bütün avtobusların işindən çox razıyam. Təşəkkür edirəm. Sumqayıtda yaşayıram. Nə gözəl. Mən belə bir pozitiv mesaj oxuduğum üçün sevindim. Amma bu görünür ki, Sumqayıta aparan avtobuslar, bir də sürət avtobusları da var. Sumqayıt sakinlərinin işini bir qədər də asanlaşdırıb. Təki paytaxtımızın bütün qəsəbələrinə, ümumiyyətlə Azərbaycanın bütün güşələrinə aparılan ictimai nəqliyyatdan hər zaman razı qalasınız bizim əziz tamaşaçılarımız. Bir də ki, hər həftə biz əziz tamaşaçılar, elə bil ki, verilişimizdə 2-ci və 5-ci günü çalışırıq sizə önəmli bir rubrika təqdim eləyək. Bu dil bil rubrikasıdır. Hər dəfə hansı söz necə deyilir, necə yazılır və necə oxunmalıdır. Bununla bağlı dilçi alimimiz bizə öz tövsiyələrini verir. Gəlin görək bu dəfə nələri tövsiyə eləyəcək. Mane yoxsa maniyə? Hansı doğrudur? Hər ikisi doğrudur. Hər iki söz dilimizdə istifadə olunur. Mane sözü tək istifadə olunmur. Olmaq köməkçi feili ilə istifadə olunur. Mane olmaq, maneə isə isimdir və tək istifadə olunur. Qeyd edim ki, bu sözlərin hər ikisi ərəb mənşəlidir və mənbə dildə eyni sözdən müxtəlif modellər üzrə yaranan sözdür. Bu sözlərdən düzələn bir çox sözlər hal-hazırda dilimizdə işlənməkdədir. Məsələn, maneçilik, maneəli, maneəsiz və s. Dilimizi sevək və sevdirək. Maarifləndirici rubrikaya görə filologiya üzrə fəlsəfə doktoru Dürdanə xanım Rəhimzadəyə təşəkkürümüzü bildirir və ona salamlarımızı çatdırırıq. Həqiqətən də dilimizi sevməliyik, qədrini bilməliyik. Bax, Azərbaycan dilimizdə danışırıq, bir-birimizi anlayırıq, dərdimizi yazırıq, bölüşürük. Ona görə də dil insan həyatında çox önəmlidir. Dil ən önəmli ünsiyyət vasitəsidir. Yəni, insan duyğularını, hisslərini, kədərini, sevincini necə ifadə edir? Təbii ki, danışıq yolu ilə ifadə edir. Dil hər bir millətin, hər bir xalqın milli kimliyidir, bizim keçmişimizdir, bugünümüzdür və gələcəyimiz də ona görə də dilimizdən sevə-sevə istifadə eləməliyik əziz tamaşaçılarımız. Bir də sevə-sevə izlədiyimiz köhnə filmlərimizdən istəyirəm danışaq. Daha doğrusu, onların ərsəyə gəlməsində istifadə olunan avadanlıq və texnikalardan. Məlum məsələdir ki, filmlər indiki kimi asan çəkilmirdi. İndi süni intellektlə bir günə də film ərsəyə gətirmək mümkündür. Amma əvvəllər bir filmin lentə alınması üçün uzun zaman və müxtəlif texniki vasitələr lazım olurdu. Əməkdaşımız Əli Novruzəliyev Dövlət Film Fondunda xüsusi şəraitdə qorunan qədim kino texnikaları, kino avadanlıqları və sənətkarların şəxsi əşyaları ilə bağlı maraqlı bir material hazırlayıb kinosevərləri ekran qarşısına dəvət edirəm. Kino texnikalarını nəzər salanda illər əvvəl görkəmli sənətkarların bütün iş prosesi, çəkdiyi çətinliklər insanın gözü önündə canlanır. Vaxtilə çəkilən və bu gün də sevə-sevə izlənilən bütün milli filmlər məhz bu kino avadanlıqları vasitəsilə lentə alınıb. Fondun kino arxiv şöbəsinin müdiri Rəşad Qasımov deyir ki, bəzi texnikalar fondun binasına sığmadığı üçün həyətdə nümayiş olunur. Bu arxada gördüyünüz bu kino texnikaların hamısı klassik Azərbaycan filmlərinin çəkiliş proseslərində istifadə olunub. Bu gördüyünüz
kino texnikalarının hal-hazırda muzey eksponatı olmağının təbii ki, səbəbi hamıya məlumdur. Artıq texnologiya inkişaf eləyir. İri həcmli kranlar zamanla artıq 90-cı illərin ortalarından başlayaraq daha yüngül kranlarla əvəz olundu. Daha sonra isə dron və s. Gördüyünüz bu kran bunların arasında daha böyükdür. Siz daha çox bu kranların görüntüsünə rast gələ bilərsiniz Bəyin Oğurlanması filmində. Sırf kino haqqındadır. Daha çox epizodlarda bu gördüyünüz kran istifadə olunur orada. Kızlar, biraz şen, hevesle, çekilik, dikkat, hamınız hazır olun. Başlılar çeksin o cebine. Biraz şen, hevesle. Bu avadanlıqların bəziləri təkcə film meydançalarında deyil, ölkədə keçirilən parada da hərbi texnika kimi istifadə olunur. Gördüyünüz kimi həm də burada çoxlu işıq avadanlıqları var. Bu işıq avadanlıqları müxtəlif dövrləri əhatə eləyir. 50, 60, 70, 80-ci illərdə istifadə olunan müxtəlif işıq avadanlıqlarını biz burada ekspozisiyada təqdim eləyirik. Bu dig işıq avadanlığıdır. Olmasın, bu olsun filminin çəkiliş prosesləri var. Arşın Mağlan filminin çəkiliş proseslərindən bu işıq avadanlıqlarının orada istifadə olunduğunu görərik. İkinci Dünya müharibəsi vaxtı Bakıda hərbi texnika paradı olubdur və həmin o paradda bu işıq avadanlıqları da nümayiş olunur. Əslində biz bunu araşdırmışıq və məlum olub ki, bu işıq avadanlıqlarından qırıcı və bombardımançı təyyarələrə işıq salmaq üçün istifadə olunurmuş hərbi məqsədlərlə. Bu işıq elektriklə yox, kömür vasitəsilə işıqlandırılır. Bu kameranın köməyi iləsə Azərbaycanın ilk filmləri lentə alınıb. Bu kamera bütün səssiz dövr Azərbaycan kinosunun sanki bir ruhunu özündə gəzdirir. Onun üçün də biz onu muzeyimizdə qoruyub saxlayırıq. Bu görürsünüz bunun görüntüsündən də çox 100 il tarixi olan bir kiçik bir albomdur. Bu albomun içərisində indiki Azərbaycan Film Studiyasında, yəni o vaxtki kinofabrikə alınan ilk kino texnikalarının bir albomudur. Burada siz bu kameranın da şəklinə rast gələ bilərsiniz. Rəşad Qasımov bildirir ki, çalışdığı fondda təkcə texnikalar deyil, həmçinin 2000-dən çox film qorunub saxlanılır. Əlin Oruz Əliyev, Qərib Cavadov. Bəli, əziz tamaşaçılarımız, insanlar bir daha səslənirəm bizi izləyən vətəndaşlarımıza, tamaşaçılarımıza ki, sizin üçün ən aktual problem nədir? Şəxsi probleminizdə nəzərdə tuturam. Evsizlikdən əziyyət çəkənlər ola bilər. Bu da təbii ki, problemdir. İşsizlikdən. Bəzən insan öz övladı ilə bacara bilmir. Yeni yetmə çağında da olanda daha çox bilirsiniz, uşaqlar çox belə həssas olurlar. Övladını tərbiyə eləməkdə çətinlik çəkən insanlar üçün də bu aktual problem sayıla bilər. Ondan sonra qeyd elədiyim kimi iş tapmaqda çətinlik çəkirsinizsə, bu da sizin üçün aktual problemdir. Yəni, ailə qurmaqda çətinlik çəkən insanlar var. Bunu özünə dərd eləyənlər, problem eləyənlərə var və hansı səbəblərə görə bunu da buyurub bizə yaza bilərsiniz. Özünüzə aid olan problemlərdən danışırıq. Mənəvi problem də deyə bilərsiniz. Bəzi insanlar, məsələn, xəstəlikdən əziyyət çəkən insanlar var. Bu, onun, yəni ki, dərs yeridir. Aktual problem sayılır onun üçün. Yəni, bununla bağlı da yazın, buyurun bizimlə bölüşün. Elə sosial problemlərinizi də yazırsınız ki, görən müxtəlif bölgələrdən bizə, qəsəbələrdən, paytaxtın qəsəbələrindən də müraciətlər daxil olur. Kürdəmir rayonunun Çölqubalı kəndində məktəbin olmaması barəsində deyir, çox istəyərdim ki, çəkiliş aparılsın, lazım qurumlara çatdırılsın. Amma həmin kəndin körpü problemi var ki, bu da kənd cəmaatının pay torpaqlarının əkilməsi üçün, örüş üçün problem yaradır. Hətta 6 il bundan qabaq 85 min manat ayrılmışdı, lakin indiyə qədər heç bir iş görülmür. Xahiş edirəm bizə körpünün tikilməsində köməklik göstərilsin. Yəni, daha doğrusu problemimizin işıqlandırılmasını istəyirsiniz. Mustafayev Bahadur yazdı. Bunu bir də ki, deyir, işığa 10 manat vururam, 2 manat çıxırlar. Dərdimizi kimə deyək bilmirik. Bax, bu da çox müzakirə olunan məsələlərdən biridir. Eyni şəkildə o bank kartı vasitəsilə avtobus ödənişi eləyirlər. Hansı ki, deyir ki, mən 2 gediş həyata keçirmişəm, 3 dəfə getmişəm gün ərzində, amma mənim hesabımdan çox məbləğ çıxılır. Eyni problemlə bağlı həm də qaz və işığa görə də yazır tamaşaçılarımız. Xüsusilə də bu 2-3 manat çıxıldığını deyirlər. Amma müvafiq qurum açıqlama verərək dedi ki, o sizin istifadə elədiyiniz əvvəlki borçdur ki, o limiti keçmişsiniz. Amma bəzi insanlar deyir ki, mən limiti keçməmişəm, çox diqqətdə saxlayıram. Buna rəğmən yenə mənim balansıma 10 manat mı vururam, 2 manat çıxırılır, 20 manat mı vururam, məsələn 4 manat çıxılır, 3 manat çıxılır. Bu insanları narahat eləyən, sual doğuran bir məsələdir. Yəni buna da çox yaxşı olardı ki, argumentli şəkildə
bir açıqlama verilsin ki, insanlarımızın narahatlığına son qoyulsun. Sabahınız xeyir, gününüz uğurlu olsun deyir digər tamaşaçımız. Mənim üçün ən aktual problem işsizlik və insani dəyərlərin qorunmamasıdır. Astara rayonunun Sibiyyət kəndindən Qalib müəllim belə dedi. Bəli, bugünkü gündə bu ümumiyyətlə bəzi maddi problemlər var ki, onu bəlkə də çözmək olar, aradan qaldırmaq olar. Amma o mənəvi dəyərlərin itməsi, böyüyə kiçiyə hörmət, o uşaqlara həssas yanaşmaq, qayğı, bax bunları itirmək çox böyük bir bəladır. Bu ümumiyyətlə hər kəsin, hamımızın bir aktual problemimizdir. Biz mənəvi dəyərlərimizi qorumalıyıq. Biz uşaqlarımızı milli ruhda tərbiyə eləməliyik. Öz vətəninə, öz dilinə, öz ailəsinə sevgi ilə böyüdülməlidir ki, bizim uşaqlarımız, çünki Azərbaycanın gələcəyi onların əlindədir. Mənəvi dəyərlərimizə hər zaman sahib çıxaq. Əziz tamaşaçılarımız, bu bizim ümdə vəzifəmiz olmalıdır. Salam, bizim problemimiz evdir. Evimizin torpaq çıxarışı var. Ev tikmişik 1991-ci ildən o evdə yaşayırıq, amma 91-ci ildən evi adımıza sala bilmirik. Tamaşaçımız belə bir fikir bölüşdü bizimlə. Görəsən, nəyə görə sala bilmirsiniz? Əsas olaraq nə gətirilir? Səbəblərini biz bilmədik, amma təbii ki, oxumaq əsas idi. Sonra Yevlaxda yol problemi ilə bağlı bizə görüntü göndərib tamaşaçımız. Deməli, Yevlax rayonundan Şəhid Abdülkərim Məcidov küçəsinin görüntülərini indi ekrana gətirəcəyik. Deməli, bax, bura Yevlax rayonunun qeyd elədiyim kimi şəhidin adına olan küçədir. Abdülkərim Məcidovun adını daşıyır. Deyir, bütün analar uşaqlarını bellərində aparıb məktəbə yola salırlar. Çox acınacaqlı vəziyyətdir. Xahiş edirik, bu görüntüləri həm göstərilməsini istədi bizim tamaşaçımız, həm də deyir ki, səslənək, bəlkə səsimizi eşidələr, bizim yolumuzun asfaltlanması üçün bizə dəstək olarlar. Yəni, yayda da bu yolu təsəvvür eləmək çətindir, tozdan, torpaqdan gediş bir qədər vətəndaşların həyatını çətinləşdirəcək, eyni zamanda qışda, yağışda, qarlı havada da təsəvvür etmək mümkündür. Mən bu mesajı səsləndirdim. Sonra Yevlax rayonunun Aşağı Qarxun kəndinin də yolu yaxşı deyil. Bizim tamaşaçımız Qədir Məmmədov deyir, mən əlil arabasına məhkumam. Yol deyir, pis, çınqıllı, torpaqlı olduğu üçün o yoldan istifadə edə bilmirəm. Çox xahiş edirəm deyir. Mesajımı səsləndirin ki, əlaqədar qurumlar eşitsinlər ki, biz bu yoldan rahatlıqla istifadə edə bilmirik. Hələ əlil arabasında olanda deyir, 2 qat çətinlik yaşayırıq. Aşağı Qarxun, Yevlax rayonunun Aşağı Qarxun kəndinin sakinləri yollarının asfaltlanmasını səbirsizliklə gözləyirlər. Sonra görək kim nə yazıb tamaşaçılarımızdan. Aha, Masazırdan yazırlar. Deyir ki, bizim küçədə gecələr naməlum motosikletlər gəlir. İşıq düşən yerlərdə, belə deyirlər, məktəbli uşaqlarımız var deyir. Bu bizi çox narahat eləyir. Yəni, bu motosikletlər gəlir, bundan narahatlar. Məncə, siz polisə müraciət eləyin, polis əməkdaşlarınızı müraciət eləyin ki, o ərazini kontrolda saxlasın ki, siz də rahat olasınız. Amma mən sizin mesajı səsləndirdim təbii ki, əziz tamaşaçılarımız. Buyurun, siz də yazın görək sizin üçün aktual problem nədir? Qeyd elədiyim kimi, əgər həyat varsa, yaşam varsa, canlı varsa, orada problemin olması qaçılmazdır. Biz problemə köklənməyək, əhvalımızı yaxşı tutaq, çalışaq ki, problemin həllinə baxaq. Əziz tamaşaçılarımız, mən sizə problemsiz və xoş bir gün arzuluyuram. Bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə Bakının əsas məntəqələri arasında xüsusi VUF-13 Hava Limanı servisləri fəaliyyət göstərəcək. Bu barədə VUF-13 Azərbaycanın X sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, gələn iştirakçılar 6 xüsusi hava limanı servisindən istifadə edə biləcəklər. A1 28 may, A2 Nərimanov, A3 İzmir, A4 Şıx, A5 İçəri şəhər, A6 Sibris,
Qeyd edilib ki, 15 may 2026-cı il tarixindən etibarən A2 Nərimanov marşrutu da VUF 13 məkanına birbaşa əlaqə təmin edəcək. Aeroport servisləri VUF 13 nəqliyyat mərkəzlərinə, yaşayış sahələrinə və forum məkanına rahat girişi təmin edəcək. Rəsmi VUF 13 nəqliyyat cədvəlinə uyğun olaraq akreditə olunmuş VUF 13 iştirakçıları üçün servislər həftənin 7 günü 24 saat fəaliyyət göstərəcək. Vurğulanıb ki, akreditasiya olunmuş VUF 13 iştirakçıları üçün servis xidmətləri pulsuzdur. Hələ akreditasiya nişanını almamış iştirakçılar servisə çıxış üçün onlayn qeydiyyat təsdiqnamələrini təqdim edə bilərlər və diqqətinizə çatdıraq ki, mayın 17 və 22 tarixlərində Bakı VUF 13 beynəlxalq tədbirinə ev sahibliyi eləyəcək. Bunun üçün ölkəmizdə hər mənada tədbirlər həyata keçirilib, xarici qonaqlar gələcəklər və bu bir növdə ölkəmizin adını daha da yaxşı mənada dünyada xallandıracaq əziz tamaşaçılarımız. İctimaiyyətdən söz düşmüşkən, ölkədə ictimai nəqliyyatın idarə olunmasında yeni mərhələ başlayır. Prezidentin fərmanı ilə Baku Bas və Bakı taksi xidməti Bakı metropoliteni tərkibinə birləşdirilir. Bəli, bu deməkdir ki, metro, avtobus, tramvay və taksi xidmətləri vahid mərkəzdən idarə olunacaq. Bu hansı formada həyata keçiriləcək? Azad Azərbaycan Televiziyası və Trend İnformasiya Agentliyinə müsahibəsində Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov bax bu suala aydınlıq gətirib. Artıq metro, avtobus, tramvay ayrı-ayrı nəqliyyat növləri deyil, bir-birini tamamlayan vahid şəbəkənin bir elementləri kimi çıxış edəcək. Və bunun nəticəsində sərnişinlər öz səfərlərini planladığı zaman və onlara məlumatlar verildiyi zaman və yaxud da rəqəmsal həllər zamanı vahid koordinasiyalı məlumatları almaq imkanları əldə edəcəklər. Bu əməliyyat cəhətdən də bizim üçün çox əhəmiyyətlidir. Belə ki, bu nəqliyyat növlərinin koordinasiyalı təşkil olunması şəhərdə sərnişin axını düzgün idarə etmək və eləcə də sərnişinlərin balanslı hərəkətini təmin etmək üçün bizə kifayət qədər yeni alətlər verəcək. Burada əsas məqamlardan biri də rəqəmsal həllərdir. Bu nəqliyyat növlərindən daxil olan məlumatların eyni mərkəzdə analiz olunması, emal olunması və bunun əsasında data əsaslı verilən qərarlar sərnişin sıxlığının idarə etməsi üçün yeni bir imkan yaradacaqdır. Əziz tamaşaçılar, Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov sərnişinləri maraqlandıran digər suallara da aydınlıq gətirib. Müsahibəyə bugün saat 21:30-da ATV Aktualda baxmaq imkanınız var. İzləməyi unutmayın. Biz davam edirik qaynar xəttimizə gələn mesajları səsləndirməyə. Eyni zamanda sizin müraciətləriniz olur ki, iş yolunuzdan, ictimai nəqliyyatdan şikayət edirsiniz, baxımsız hər hansı bir tarixi abidələrdən də, yəni ki, bax bu da problemdir. Hər şeyə diqqət ayırmalıyıq. Tarixi abidələrimizin baxımsız vəziyyətdə gördükdə də onu da lentə alıb bizə göndərə bilərsiniz. Ümumiyyətlə biz mənəvi dəyərlərimizi də hər zaman qorumalıyıq, əziz tamaşaçılarımız. Qaynar xəttimizə bir neçə gün bundan öncə Qaradağ rayonunun Ümid qəsəbəsinin baxımsız qalan yolunun görüntüləri daxil olmuşdu. Yol elə bir vəziyyətdə idi ki, qışda palçıq, yayda isə toz əlindən digər sən rahat hərəkət elə. Biz də problemin izi ilə yollandıq qəsəbəyə. Məlum oldu ki, sürücüləri də təngə gətirən yolun yararsız vəziyyəti təcili tibbi yardım və digər xidmət avtomobillərinin əraziyə operativ şəkildə daxil olmasına da maneələr törədir. Əməkdaşımız Jalə Qəhrəman qızı problemin həlli ilə bağlı məsələyə aydınlıq gətirməyə çalışıb. Qaradağ rayonunun Ümid qəsəbəsində yerləşən və uzun müddətdir baxımsız qalan yol burada yaşayanların gediş-gəlişini müşkül məsələyə çevirib. Qəsəbə sakinlərinin qaynar xəttə göndərdikləri görüntülərdən də aydındır ki, yolun çala-çuxur olması piyadaların və sürücülərin hərəkətində çətinlik yaradır. Biz də bu görüntünün izi ilə düz adı çəkilən əraziyə yollandıq. Ümid qəsəbəsində yerləşən bu yol sakinlərin əsas gediş-gəliş yoludur. Özünüz də görürsünüz ki, yol çox baxımsız vəziyyətdədir. Asfalt örtüyü tamamilə dağılıb, çuxurlar yaranır. Sakinlər deyir ki, alternativ yollar mövcud olsa da onlar həm məsafə baxımından daha uzundur, həm də vaxt itkisinə səbəb olur. Bu isə işə, məktəbə və digər vacib ünvanlara tələsən sakinlər üçün əlavə problemlər yaradır. Tanqaçal deyilən tərəfdən görünən yol çox təhlükəli yoldur. Avtomagistraldır ora. Bura Bakı-Qazax magistralıdır, baş yoldur.
Orada neçə dəfələrin avariya olub, insan tələfatı olub, maşınlar vurub dağılıb. Bizim bu yol təhlükəsiz bir yoldur, 3-cü dərəcəli yoldur. Yəni heç bir yerdən çıxış girişi yoxdur. Bizim üçün də sərfəlidir, şoförlər üçün də sərfəlidir. Cəmaatın təhlükəsizliyini də nəzərə almaq lazımdır ki, bu yol əla bir yoldur. Özü də cəmi 2 kilometr 400 metr yoldur. Böyük bir yol deyil. Yolumuz bərbad vəziyyətdədir. Uşağımız məktəbə gecikələnmir. Qoca kişi bir yerine getməkdən avtobusumuz yoxdur. Var avtobus, yolumuz çətindir. Ona görə də avtobuslar gəlib gedəmir, vaxtında alınmır. Vəziyyət burada çətindir. 1000-dən çox əhali var burada. Yolumuz düzgün deyil. Təmizimiz 2 kilometr nə qədər yol var. Bundan əlavə yolun yararsız vəziyyəti təcili tibbi yardım və digər xidmət avtomobillərinin əraziyə operativ şəkildə daxil olmasına da maneə törədir. Sakinlər bildirirlər ki, bəzi hallarda avtomobillər çuxurlara düşərək zədələnir. Bu da əlavə maddi itkilərə səbəb olur. Yağış olanda buralara göl basır. Buradan maşın işləyə bilmir. Yəni təzə bir yardım məsələsi bu evə gəlməlidir, bu evə gəlib çıxa bilmir. Çünki burada palçıq olur, yağış olur. Yəni maşın yarısına qədər su olur. Ya özümüz gündə məsələn qəsəbəyə 10 dəfə, 20 dəfə gedib gəlirik, şəhərə gedib gəlirik. Yəni biz blokadadayıq burada. Yəni biz oraya gedib gəlinə qədər maşınımız xarab olur. Yolun bərpa olunması ilə bağlı Qaradağ rayon icra hakimiyyətinə müraciət etdik. Qurumun şöbə müdürü İmran Həsənov bildirdi ki, sözügedən bu yol torpaq yol olduğundan qurumun balansına daxil deyil və təmir bərpasına görə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dəfələrlə də müraciət etmişik. Problemin həlli ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də sorğu ünvanladıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, sözgedən yol təmsil etdiyi qurumun balansında deyil. İllərdir sakinlər tərəfindən istifadə olunan bu yolun hansı quruma aid olması məsələsinin açıq qalması, həm də sözgedən yolun bərbad vəziyyətə düşməsi ilə nəticələnib. Ümid qəsəbə sakinlərinin ümidi isə böyükdür. Gələcəkdə bu yola sahib çıxan tapılacaq və bu yolda digər yollar kimi təmir olunacaq. Jalə Qəhrəman qızı, Beyrək Babayev. Belə bir ifadə var, deyirik, ümid ən sonda ölür. Elə biz də ümid edirik ki, Ümid qəsəbəsinin yol problemi qısa müddətdə öz həllini tapacaq. Məsələ burasındadır ki, yolun hansı qurumun balansında olduğu hələ məlum deyil. Yəni bir tapmaca məsələsidir, amma insanlar nə eləsin, haradan bilsinlər? Əgər ərazidə yaşayış varsa, evlər varsa, mənzillər varsa, infrastruktur varsa, yəqin bu ərazinin hara aid olduğu da müəyyənləşməlidir. Yenə də biz də ümidlə gözləyirik və ümid edirik ki, qısa müddət ərzində həmin o yol probleminin həlli ilə bağlı pozitiv bir xəbər təqdim eləmiş olarıq. Sonra günümüzün sualı ilə bağlı tamaşaçımız yazır ki, kaş ki uşaq böyüdən analara normal iş verilsə, normal maaş verilsə. Mənim tək dərdim və aktual problem budur mənim üçün, çünki maaş kirayəyə yetmir. Özü üçün bunu dərd edir bizim tamaşaçımız. Ayaz Qarayev yazır bizə, Ucar rayonunun Qaradağlı kəndindən. Mən deyir, sayğaca 15 manat yüklüyürəm. Dərhal da deyir, 3 manat çıxılır. Bilmirəm niyə. Bax, növbəti bizim vətəndaşlarımızı narahat eləyən məsələ. Bunun niyəsinə ümid edirəm ki, tez bir müddət ərzində cavab tapılar. Əziz tamaşaçımız, valla niyəsini mən də bilmirəm. Ancaq sizin mesajı səsləndirirəm. Əlaqədar qurumlar deyir ki, əvvəlki borca hesablanıb, limiti keçildiyi üçün. Varmı belə bir məsələ? Çox xahiş edirəm ki, bir aydınlıq gətirilsin ki, tamaşaçılar da bu niyə sualının cavabını tapmış olsunlar. Sabahınız xeyir olsun. Mən istəyirəm Şəmkir rayonunun nə istəyirsiniz? Şəmkir rayon Yeniyabad kəndində yaşayıram. Məmmədov Elçin də adım. Sizə yazan... Sizə gözəl səsim var deyir, amma bundan istifadə eləyə bilmirəm. Belə bir mesaj yazdı. Yəqin ki, müğənni olmaq fikrindəsiniz. İnşallah bu problem deyil. Özünüzə bunu dərd eləməyin, aktual problem. İnşallah ki, sizin də zaman gələr, səsiniz varsa parlayarsınız. Nə deyim, əziz tamaşaçımız? Problemsiz həyat yoxdur, problemlərin sayı hesabı yoxdur. Hansını deyim, bilmirəm. Müasir dövrdən aktual problemlərdən biri də iqlim dəyişikliyi və ekoloji böhran, sosial müstəfidə isə depressiya, psixoloji sağlamlıq və s. Əsədov adlı tamaşaçımız bu məsələyə bu məsələ ilə bağlı öz fikrini bildirdi və çox da önəmli problemlərdən danışdı. Bəli, ekoloji böhranı göz ardı eləmək olmaz. Hamımızın bir planetdə, yer planetində yaşayırıq.
onun təmizliyi, nə əkəriksə onu biçərik. Torpağa davranışımız, ağaca davranışımız, təbiətə davranışımız bizim özümüzə qayıdır. Bax, bu ekoloji problemi də yaxşı qeyd eləmişsiniz. Eyni zamanda deyir, son dövrdə yəqin fərqindəsiniz. Körpə uşaq da onun nə dərdi səri olacaq. Hələ həyatdan bir xəbərdir. Uşaq baxırsan ki, özünə qapanıb, psixoloji sağlamlıq problemi var, depressiyadadır. Aparırsan psixoloqun yanına uşaq elə bir diaqnoz qoyur. Ona görə də uşaqlarımıza həssas yanaşaq, əziz tamaşaçılarımız. Çünki övladlarımız nə qədər ruhsal sağlam olarsa, fiziki cəhətdən sağlam olarsa, bu bizim cəmiyyətimiz üçün faydalıdır. Çox önəmli bir məsələləri qeyd etmişdi tamaşaçımız. Çox xahiş edirəm, oxuyasınız. Nəyi oxuyacağım? Köhnə Günəşli, General Şıxlinskidə yollar bərbad gündədir. Taksilər belə ora getmək istəmirlər. Yol problemi ilə bağlı növbəti mən mesajla səsləndirmiş oldum. Köhnə Günəşli yollarından geleylənir tamaşaçımız. Əziz tamaşaçılarımız, sosial problemlərlə bağlı təbii ki, sizdən gələn mesajları biz diqqətdə saxlayırıq. Təkcə günümüzün mövzusu olduğu üçün deyil, istənilən vaxtda sizi narahat edən o müşküllərlə bağlı fikirlərinizi bizimlə bölüşə bilərsiniz, ünvanı yaza bilərsiniz, harada çəkiliş aparılmasını istəyirsiniz, onu qeyd edə bilərsiniz. Bir də özünüzün problemlərinizdən, şəxsi problemlərinizdə təbii ki, bizə yaza bilərsiniz. Günümüzün sualını biz bu istiqamətdə təyin eləmişik. Salam, necəsiz? Təşəkkür edirəm. Seydlər kəndindən yazıb bizə Orxan Qazaxlı. Seydlər kəndi haranın kəndidir? Bizim əziz tamaşaçımız. Saatlının Seydlər kəndidir, səhv eləmirəmsə. Saatlı rayonun Seydlər kəndindən bizi salamlayır Orxan Qazaxlı. Mən də onu və onun timsalında bütün bizi Saatlıdan izləyən tamaşaçılarımızı salamlayıram. Davam edirik, əziz tamaşaçılar. Məlumat verdiyimiz kimi, xəbər dediyimiz kimi, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ambarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə ambardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir. Bir daha diqqətinizə çatdıraq ki, yanğın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib səhər saatlarından. Yanğın Bakı Logistika Mərkəzinə məxsus ambarda qeyd alınıb və hal-hazırda görülən tədbirlərlə bağlı kadrları izləyirsiniz siz. Cəlb olunmuş qüvvələrin operativ və effektli idarə edilməsi üçün ərazidə qərargah da yaradılıb. Hətta Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov da əraziyə baş çəkib. Davam eləyirik. Balakəndə narkotik plantasiyası aşkarlanıb. Polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Polis əməkdaşları tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər də analoji əmələ görə məhkum olunmuş 45 yaşlı Səfər Şərifov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona məxsus bağ sahəsinə baxış zamanı 198 ədəd çətənə bitkisi aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə agrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başladılıb. Səfər Şərifov barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Bax, bu da artıq dövrün aktual problemlərindən sayılır və bu problem gec-tez öz həlini tapır. Nə mənada belə nifaq işlərlə məşğul olanlar qanun qarşısında cavab verməklə. Biz davam edirik, əziz tamaşaçılarımız. Bakı-Xankəndi Azərbaycan Beynəlxalq velosiped yarışının 3-cü mərhələsinə start verilib.
Velosipedçilər bu etapda Qəbələdən start götürməklə Mingəçevirə qədər 162,9 kilometr məsafəni qət edəcəklər. Ötən gün ikinci mərhələdə Sibirizdən İsmayılıya olan məsafəni Qazaxıstanın komandasının üzvü Yevgeniy Fyodorov birinci gəlib. Birinci mərhələdə Çinin Lening Star komandasının Belaruslu üzvü Aleksey Şinirka finişə ilk çatıb. Beynəlxalq Velosipedçilər İttifaqının kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. 5 mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50.000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Bəli, ümumiyyətlə bu tədbirin keçirilməsi hər mənada önəmlidir. Həm də insanların velosiped sürməyə təşviq edilməsi üçün çox önəmli olduğunu düşünürəm. Elə söz düşmüşkən çalışaq ki, yollarımızda da maşallah olsun xüsusi velosiped zolaqları salınıb. İnsanlarımız həm öz fiziki sağlamlığı ilə əlaqədar olaraq, həm də nə qədər belə deyim də avtomobillərdən çox istifadə olunursa, nə qədər bunlar müasir avtomobillər olsa da onların havaya buraxdığı maddələr mənfi mənada təsirlidir. Yəni beləliklə elə çalışaq, yay mövsümüdür, yağış da yoxdur, yollar da açıqdır, velosiped sürməyə üstünlük verək. Əziz tamaşaçılarımız, qaynar xəttimizi bir daha diqqətinizə çatdırıram. 055-214-99-94 WhatsApp qaynar xəttimizə. Siz aktual problemlərinizdən yaza bilərsiniz. Eyni zamanda Instagram sosial şəbəkəmizə də QR kodu vasitəsilə asanlıqla daxil olub, orada bizim indiyə qədər yayımlanan sujetlərimizlə tanış ola bilərsiniz. Sosial şəbəkələrdən söz düşmüşkən, sosial şəbəkələrdə sürətlə yayılan asan qazanc vədləri getdikcə daha çox insanı risk altına salır. Sadə görünən bu təkliflərin arxasında isə çox vaxt hər tərəfli düşünülmüş dələduzluq sxemləri gizlənir. Bəs asan qazanc vədləri nə dərəcədə realdır? Qısa zamanda böyük gəlir əldə etmək mümkündürmü? Araşdırmamız bu istiqamətdədir. Diqqətlə sujetimizi izləyin. Son günlərdə sosial şəbəkələrdə asan qazanc vəd edilən görüntülər paylaşılır. Bu paylaşımlarda istifadəçilərə təklif olunur ki, müəyyən məbləğdə pul göndərsinlər və qarşılığında daha artıq məbləği geri alsınlar. İlk baxışdan cəlbedici görünən bu təkliflər əslində kiber dələduzların qurduğu tələlərdən biridir. Təbii ki, bunlar heç biri düzgün deyil, atmaq da məntiqli deyil. Çünki onlar hamının pulunu istifadə edirlər. Məsəl üçün, mən 10 manat atıram, başqası da 50 manat atır, həmin 50 manatdan mənə pul atır. Sonra başqasının pulundan da həmin 50 manat atan atır. Tanımadığım şəxs nəyə görə mənə gəlib az pul götürüb daha çox pul versin onun qarşılığında. Normal bir şey deyil. Bank mütəxəssisi Emin Kərimovun sözlərinə görə bu cür saxta qazanc vədləri təkcə pul itkisi ilə yekunlaşmır. Eyni zamanda şəxsi bank məlumatlarının ələ keçirilməsi ilə daha ciddi maliyyə riskləri yaradır. Tez-tez rastımıza çan şirnikləndirici reklamlara rast gəlirik. Yəni bəzən olur ki 10 manat qoyub, bir müddət sonra 100 manat qazana bilərsə və yaxud da 100 manat qoyub, müəyyən bir dövr sonra 500 manat qazana bilərsə. Bunlar dediyimiz kimi sosial mühəndislərin və yaxud da kiber dələduzların məhsullarıdır ki, yəni müəyyən dərəcədə məlumatsız şəxslərin aldadılaraq onların şəxsi məlumatlarından, şəxsi profillərinə daxil olması, kodların, digər məlumatların əldə olunması və nəticə etibarilə həmin şəxslərin şəxsi vəsaitlərin talan edilməsi ilə bağlı, yəni belə deyək, cinayətlərin əlamətləridir. Şəxslər dediyimiz kimi heç bir halda şəxsi məlumatları, PIN kodlarını, kartın kodlarını, kartın PAN nömrələrini, yəni üzərində olan 16 rəqəmli kodu heç kimə vermək, xüsusən də sosial şəbəkədən əldə olunmuş reklamlardan və yaxud da elanlarla əlaqə saxlayarkən tələb olunan məlumatları vermək qətiyyən olmaz. Mövzu ilə bağlı mütəxəssislər bildirirlər ki, bu cür halların arxasında daha geniş və sistemli dələduzluq mexanizmləri dayanır. Xüsusilə son dövrlərdə maliyyə piramidaları və saxta investisiya təklifləri daha da aktivləşib. Azərbaycanda olmayan proseslər kiberdələduzluq kimi Azərbaycanda bu cəmiyyətə PR edilir və həmçinin də ən çox maliyyə piramidaları, maliyyə istiqamətində maliyyə dələduzluqları ən çox yayılan piramida üsullarından biri kimi qeydə alınır və həmçinin də onlar bilməlidirlər ki, Azərbaycanda maliyyə istiqamətində fəaliyyət göstərən bütün bizneslər lisenziyaya daxildir. Burada Mərkəzi Bankın fintechlərə, yəni finans texnologiyalarına
bu işlə məşğul olan şirkətlərə, həmçinin botlar olsun, banklar olsun, digər fintechlər olsun, bunların hər birisi lisenziyaya tabedir və bu lisenziyası olmayan qruplar, şəxslər, şirkət adında fəaliyyət göstərən insanlara etibar etmək nəticəsi məyusluq olaraq bitə bilər. Mütəxəssislər bir daha vətəndaşları diqqətli olmağa çağırır. Unutmayaq ki, real və təhlükəsiz qazanc heç vaxt qısa zamanda və zəhmətsiz əldə edilmir. Şübhəli təkliflərdən uzaq durmaq, şəxsi və bank məlumatlarını qorumaq hər kəsin öz təhlükəsizliyi üçün əsas şərtdir. Sevinç Əliyeva, Həsən Ağadadaşov, Jalə Qəhrəman qızı. Odur ki, əziz tamaşaçılarımız, sosial mediadan istifadə eləmək savadlılığını da artırmaq lazımdır. Yəni, təkcə real həyatda deyil, dələ duzlar. İnanın, sosial platformalarda daha çox onlar, belə deyim də, şütüyürlər. Ehtiyatlı olun. O bir deyir ki, qabağa düşmək istəyirsiniz, hər hansı bir fırıldaqçının qurbanı olursunuz. Yüz ölçüb bir biçmək lazımdır, ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə, sosial platformalardan istifadədə hər mənada diqqətli olmaq lazımdır. Hər kəslə ünsiyyət qurmaq lazım deyil. Öz şəxsi məlumatlarınızı paylaşmayın. Şəxsi şifrələrinizi qoruyub saxlamış olun. Mütəmadi olaraq belə maarifləndirmə işləri həyata keçirilir. Çünki artıq dünya elə bir sosiallaşıb ki, virtual aləmdə hər kəs bir-biri ilə ünsiyyət qurur. Yəni, bir növdə təhlükəsizliyimiz, bütün mənalarda maddi və mənəvi təhlükəsizliyimiz həm də özümüzdən asılıdır. Günümüzün sualı belədir. Hansı aktual problemləriniz var? Sizin aktual problemlərinizi mən dilə gətirirəm. Siz mənə mesaj ünvanladığınız təqdirdə bizim qaynar xəttimizə. Sabahınız xeyir. İnsanların pisə doğru getmələri məni çox narahat edir. Allah betərindən qorusun. Kaş ki, keçmiş günlərə qaydardıq. Bax, mən bunu deyir, aktual problem hesab edirəm. Bizim tamaşaçımız yazdı. Sonra artezan problemindən yazır tamaşaçımız. Hardan? Şəmkirdən ki, bizim şəxsi artezanımızı kəsiblər, pul istəyirlər. Qabaqdan da deyir, qızmar yay gəlir, biz neynəyəcəyik? Pul verib deyir, su almaqla deyir, hansı deyir, təsərrüfat işlərinə bunu çatdıra bilərik. Belə bir məlumat yazıb bizə. Sonra Xətai rayonunun Polad Həşimov küçəsindən, ev 29-dan bizə yazır. Ünvanı dəqiq qeyd edib, mən də olduğu kimi oxuyuram. Cavadlı İlkin müraciət edir qaynar xəttimizə ki, yaşadığımız binanın və yanımızdakı binanın zirzəmiləri uzun müddətli su ilə doludur. Bu vəziyyət həm sakinlər üçün narahatlıq yaradır, həm də binanın təhlükəsizliyi baxımından deyir, çox risklidir. Pis qoxu, rütubət, antisanitariya və gələcəkdə binanın konstruksiyasına zərər dəyməsi ehtimalı bizi deyir, çox narahat edir. Biz bunu aktual problem hesab edirik özümüz üçün. Bu məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etmişik, amma heç bir nəticəsi yoxdur. Biri deyir, biz baxmırıq, digər qurumun səlahiyyət çərçivəsində də sizin binaya nəzarət. O biri də başqasını deyir. Nəticə etibarilə kimə müraciət edəcəyimizi bilmirik. Ona görə sizin qaynar xəttinizə üst tutmuşuq. Bəlkə işıqlandırasınız, çəkiliş eləyəsiniz. Bu qədər iki binada nə qədər deyir vətəndaş yaşayır. Onların problemi bəlkə beləliklə həll oluna. Biz sizin mesajı diqqətdə saxlayacağıq. Əməkdaşlarımız çalışacaqlar ki, ərazidə gəlib çəkiliş aparsınlar. Əziz tamaşaçılar, günümüzün sualını bir də şəhər sakinlərinə vermişik. Gəlin görək bizim sevimli paytaxt sakinlərimizin aktual problemləri nələrdən ibarətdir? Qiymətlərin günü-gündən qalxmağı, tez-tez qalxır, bahaçılıqdır, cərimələr çox yazılır. Əvvəl 5 aya 40 manat verirdik, indi ayda 40 manat veririk istiliyə. Su da onun kimi. Sudan istifadə eləmirsən, görürsən ki, ayda bir 10 manat gəlir. Çox bahalıqdır. Mən məsələn 430 manat pensiya alıram elə. Onun 200 manata qədər hələ bəlkə də çox ondan dərmana gedir, şəkərə. Bu piyada keçidlərində bu ticarət obyektləri var. Yəni bizim xoşumuza gəlməyən odur. Bir də bu dayanacaqların kənarında dayanan taksilər bəzi yerlərdə ən çox da yeni yasımalıdır. Sağlamlıqdır. Bugün hər bir insan maraqlandıran problemdir bu. Amma buna baxmayaraq mən xoşbəxtəm. Baxmayaraq ki, problemim var, xoşbəxtəm. Mənim çətinliyim yoxdur. Amma baxırsan ki, insanlar yarısı gülür, yarısı gülmür. İnsanlar bir-birindən daha da mehriban olsa yaxşıdır. Məsələn, stipendiya azdır. Bir şagird kimi aktual problem tıxacdır. Hər gün məktəbə gedəndə tıxac olur və 5 dəqiqə gecikə bilərəm məktəbə. İşlə bağlıdır problemlər. Hara getsəz eyni standart maaşdır. İş yükü çox olur, maaş az olur. Yəni dəyişməyən bir şeydir. Mənim xəyalım məsələn ev almaqdır özüm üçün. Bu çox da asan başa gəlmir də. Yəni hər şey çox bahadır. Əziyyət çəkirik çox nəqliyyatla bağlı. Mənə elə gəlir insanlara görə ən böyük problem özlərini dərk etməməkdir. Məsələn, insan bu dünyaya niyə gəlib, nə üçün gəlib, missiyası nədir, nə etməlidir?
Bunları başa düşməyən insan hələ ki həyatı yaşamağa başlamamış sayılır. Əziz tamaşaçılar, xəbər verdiyimiz kimi Lökbatan qəsəbəsində yerləşən Bakı logistikaya məxsus ambarda yanğın baş vermişdi. Yanğının gecə saatlarında olduğu məlum olub, belə ki, 01-20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb. Həmin o Lökbatan qəsəbəsində Bakı logistikaya məxsus ambarda yanğının baş verməsi ilə əlaqədar hansı səbəbdən baş verdiyi hələlik məlumat deyil. Amma ehtimal var ki, yanğın lokallaşdırılıb, amma hələ də yanğın nəticəsində meydana gələn qara tüstünü görmək mümkündür. Havada yanğının qoxusunu da almaq mümkündür. Qeyd elədiyimiz kimi Fövqəladə Hallar Nazirliyinin briqadası dərhal əraziyə cəlb olunub. Yanğının söndürülməsi üçün əraziyə qurumun helikopteri də cəlb olunub. Qurumun naziri də hadisə yerində idi ən son verdiyimiz məlumatda. Xəsarət alan və ölənin olmadığı deyilir. Bu ilkin məlumatdır. Ümid eləyək ki, bu həmçinin belədir. Belə, əziz tamaşaçılarımız, bizim verilişimiz də burada yekunlaşır. Etimad göstərdiyiniz, bizə baxdığınız, suallarımıza cavab verdiyiniz üçün hər birinizə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm. Geyimimə görə də mütəşəkkirəm. Podium Park mağazalar şəbəkəsinə hər gün mən və digər bizim aparıcı xanımlarımız bax o mağazadan geyinirlər. Sizə də məsləhət görürük, bir-birindən gözəl libaslar, klassik və idman tərzində oradan libasları seçə bilərsiniz, könlünüzü xoş eləyə bilərsiniz. Xüsusilə də xanımlar, o mağaza sırf xanımlar üçündür, qiymətlər də çox uyğundur. Bir daha istəyirəm ki, ünvanları nəzərinizə çatdıraq. Əcəmi metro stansiyası yaxınlığında, Xırdalan şəhərində və Xankəndidə həmin mağazanın filialları var. Güləriz komandasına da öz bir daha təşəkkürümü bildirirəm. Sabah yenidən eyni saatda və eyni məkanda bizi izləməyi unutmayın, əziz tamaşaçılarımız. Tək ki, problemləriniz olmasın, amma problem də meydana gəldikdə problemin həllinə köklənmək lazımdır. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə deyirəm.